Böylə nəzarət altında əllərini sabunla yuyur. Bax, burada sabunla yuyur, oldu bizim özünə xidmət. Özünə xidmət vərdişlər uşaqda formalaşdırmaq. Sabunla yuyur, sa s quruluyur, salfetdən, burun dəsmalından sərbəst istifadə edir. Bu da oldu bizim ikinci körpülər qrupumuz. İndi müəllimələr dedik ki, sabun. Bir var idi bizim gigiyenada. Gigiyenada uşaq gigiyena qaydalarına əməl edirsə də, uşaq sərbəst şəkildə özü əməl edir də, yəni özünün şəxsi gigiyenası, görürsüz şəxsi sözü var, şəxsi. Şəxsi gigiyenasına əməl edirsə, burada uşağın özüdür. Görürsüz burada böyük sözü yoxdur. Amma özünə xidmətdə burada böyük kömək eləyir. Burada artıq sabun sözünü görürük, sabun. İkinci köklər qrupundan uşaqda biz özünə xidməti formalaşdırırıq. Burada gigiyenada artıq sabunu biz görürük orta qruppada. Orta qruppadan sərbəst şəkildə istifadə, düzgün şəkildə. Amma ikinci köklər qrupunda özünə xidmətdə, amma sabunu dedik ki, böyüklərin köməyi ilə. Deyir müəllimə, sadə özünə xidmət bacarıqlarını nümayiş etdirir, əllərini özü yuyur, soyunur, geyinir. Bax, bu ayaqqabı bağını açıb bağlama. Görürsüz? Bu da görürsüz fiziki inkişafa xidmət edir. Yəni bu fiziki inkişaf sağlamlıq təhlükəsizlik hissəsi var ha. Bu da görürsüz, burada həm də kiçik motorikanın inkişafı da gedir ha tərkibində. Özünə xidmət vərdişləri, amma yenə özünə xidmət özünə xidmət əməyi gedir bura. Özünə xidmət vərdişlərinin səliqə ilə tez soyunub geyinir, geyinir, paltarlarını səliqə ilə dolaba yığır. Bax, səliqə sözü biz bayaq burada da gördük. Səliqəyə salmaq, xarici görünüşdə, amma bu gigiyenik cəhətdən idi. Burada paltarlarını artıq səliqə ilə dolaba yığır. Artıq özünə xidmət edir, özünə xidmət vərdişi formalaşır. Yatağını səliqəyə salır, bu da özünə xidmətdir. Amma özü sözü var. Özünə xidmət edir burada. Müəllimələr, əməyin növləri var ha, 3-2, orada qayıdacam. Sərbəst şəkildə özünə xidmət vərdişləri paltarını səliqə ilə yığır, müstəqil şəkildə xarici görkəmli səliqəsizliyi aşkar edir, onu aradan qaldırır. Bu sərbəst sözü görürsünüzsə məktəbə hazırlıqdır. Artıq paltarını səliqə ilə yığır, müstəqil şəkildə xarici görkəmli səliqəyə salır. Sonra səliqəsizliyi aşkar eləyir, onu aradan qaldırır. Burada yuxarıda da gördük ki, gigiyenada nə idi burada müəllimələr? Xarici görünüşün səliqəyə salmaq idi burada da. Burada da bir də müəllimələr gördünüz, paltar sözü var. Paltarını səliqə ilə yığırsa özünə xidmət edir. Burada paltar sözü, xarici görünüş görürük, paltar yox. Burada sadəcə gigiyena görürük. Ağzını silir, burnunu silir, dəsmaldan istifadə eləyir, hiss üzvlərinə qulluq eləyir. Bax, burada ancaq görürük gigiyena. Bədən üzvlərinə qulluq eləyir, hiss üzvlərinə qulluq eləyir. Daraq, burun dəsmaldan istifadə eləyir. Sonra nə var idi burada? Dəsmal, daraq, bax bu şəxsi gigiyena, bu gigiyena hissəmizdədir. Amma burada görürsüz özünə xidmət, paltardır, paltarını dolaba yığır səliqə ilə, yataq görür, yatağını səliqəyə salır. Bir də müəllimlər, bax bayaq dedim, ayaqqabının bağını açıb bağlama, paltar düymələyir. Bunu biz adətən görürük ki, müəllimələr kiçik motorikanın inkişafı üçün verirlər ha ki, barmaq inkişafı üçün. Belə ayaqqabı bağı bağlamaq üçün belə oyunlar təşkil və yaxud da ki, görürük ki, paltar düymələmə ki, uşağı öyrədirlər. Bu həm də özünə xidmət vərdişləri formalaşdır. Əsasən burada elə gedir. Bir də ki, bayaq demək kiçik motorika xidmət edir, əlində oyuncağı sıxır eləyir, gördünüz, o sırf inteqrasiya edir onu məşğələ ilə. Bu sadəcə bizim özünə xidmətə əməl eləyir. Paltarını düymələmək, nə bilim, açıb bağlama, bunu özünə xidmətdə görürük. Yəni onu biz 1-1-4-dən qarışdırmayaq. Amma belə ümumi məqsədlə baxanda bu da bizim yəni fiziki, yəni inkişafa xidmət edir yenə də. Barmaqların inkişafına da xidmət edir. Bir də müəllimlər dedik ki, bax gördünüz, bu oldu özünə xidmət edir. Mənası budur. Bu oldu masa, bu da oldu bizim gigiyenamız. Deməli, masanı ifadə edə 1-2-2. Bax 1-2 olduğu kimi qalır yenə. Görürsüz, dəyişmir. 1-2-1 oldu gigiyena, 1-2-3 oldu bizim özünə xidmət. Bir də müəllimələr, bir də sizə izah eləyirəm. Bax, bu 1-1-4 dedik, inteqrasiya xarakteri daşıdır. 1-1-4 bizim 3-1 məsələn, bu bizim 3-1 əsas standartımız var estetiklə. Dedik, oxşarlıq təşkil eləyir. Bir də izah eləyirəm ki, qayda düşsün.
Nəsə təkrar kimi olsun. Bax bu 3-1-ə xidmət 3-1 dedik ki, burada da görürük ki, məsələn, nəsə bir karandaş, boyama, belə bir şeylər görürük. Amma burada rəsm etmə, bu rəsmin nəsə bir yaradıcılığa xidmət eləyir. Burada məsələn kiçik motorika, burada barmaqların arasında oyuncaq top tutma, belə şeylər görmürük. Barmaq arasında tutma, kiçik motor, belə şeylər burada ancaq quraşdırma, nəsə bir sujet, nəsə bir şey, sujetdən asılı kompozisiya yaratma, belə ancaq belə şeylər görürük. Yəni estetika xidmət edir. Amma fizikdə dedik ki, müəllimələr 1-1-4-də ancaq kiçik motorika fiziki gördük, fizikiyə aid oldu. 1-1-3 dedik ki, top məzmun cəhətdən topu gördük. 1-1-2-də gördük ki, tullanma, ip üzərindən tullanma əsasən vurğulanır. 1-1-1-də gördük ki, fiziki hərəkətlər idi. 1-1-4 inteqrasiya xarakteri daşıdı. Bu da bizim kiçik motorikanın inkişafına xidmət elədi. Bir dənə 1-3-ü də izah eləyim. Biraz keçim sizdən sual-cavab eləməyə. 1-3 dedik təhlükəsizlik qaydalarına əməl eləyir. Müəllimlər, burada nədir? Bax bu 1-3-1 at standartımız, bir də var 1-3-2, bu da bizim at standartımız. 2 dənə burada at standart görürük. Təhlükəsizlik qaydalarına əməl eləyir, bu da bizim əsas standartımızdır. Bax bu da bizim müəllimələr dedik ki, bir də isə izah eləyim. Fiziki inkişaf, fiziki hərəkətlər yerinə yetirir hissəsi. Bax bu 1 qoymuşam amma. Fiziki inkişaf hissəsi bu 1-1-dir. Sağlamlıq hissəsi bizim bu 1-2-dir. Masa arxası, gigiyena qaydaları dedik ki, bir də özünə xidmət vərdişlər uşaqda formalaşdırmaq. Bir də təhlükəsizlik dedik 1-3. 1-3-də gördünüz, bax bu inkişaf sahəsinin ifadə edir. Gördünüz, əsas standartlar. Bayaq sizə deyirdim ki, məsələn, əsas standart inkişaf sahəsində olan İnkişaf sahəsinə xidmət edir, oradakı fikri ifadə edir. A standartda əsas standartdakı fikri ifadə edir. Yəni inkişaf sahəsi əsas standartda görürsüz olduğu kimi qalır. A standartda olduğu kimi qalır. Baxın, bir olduğu kimi qabaqda qalır. Sonra dedik ki, bax bu ikinci yerdə olan əsas standart əsasən dəyişməz oldu. A standartda dəyişir, daima dəyişir. İndi gələk 1-3-ə. Burada dedik ki, təhlükəsizlik qaydalarına əməl eləyir. Burada müəllimələr ən çox nəyə necə deyim, diqqət, adekvat sözü görürük burada. Adekvat reaksiya, bu bizim olur birinci köklər qrupu. Potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir. Bax, bu bizim birinci köklər qrupu olur. Görürsünüz, təhlükə xəbərdarlığına adekvat reaksiya verdi. Bir də var 1-3-1-in ikinci köklər qrupu. Həyatına, sağlamlığına təhlükə yarada biləcək artıq əşyalar sadalayır. Burada reaksiya verdi adekvat. Burada artıq, bax, böyük sözü yenə görürük burada. Burada artıq gördük ki, İkinci köklər qrupunda əşyalar sadalayır. Sağlamlıq təhlükə yarada biləcək əşyalar sadalayır. Müəllimələr, bir də sizə bir şey izah eləyim. Yaxşı. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalar əlamətlərinə görə fərqləndirir. Bax, orta qrupdadır. Artıq təfəkkürümüz inkişaf elədi. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarığını nümayiş etdirir. Bu oldu bizim böyük qrupamız. Artıq təhlükəsiz davranma bacarığı nümayiş etdirir. Bax, fərqləndirir, görürsünüz, əlamətlərinə görə əşyalar fərqləndirdi, sağlamlığına təhlükə yarada biləcək əşyaları həyatına. Bu oldu orta qrupda. Burada təhlükəsiz davranma bacarığı. Artıq daha da uşağın təfəkkürü inkişaf elədi. Bir də var, həyatına, sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edirsə, bu da bizim olur məktəbə hazırlıq qrupumuz. Məktəbə hazırlıq qrupamız oldu. 1-3-1. Bu 1-3-1-də dedik ki, ancaq gördünüz həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları, hadisələri ya sadaladı, ya qaydaları izah elədi və yaxud da bacarıqlarını nümayiş etdirdi və yaxud da adekvat reaksiya verdi. Gəlin bura baxaq. Burada deyir, elementar təhlükəsizlik qaydalarına əməl. Elementar sözü görürsə, bunu birinci köklər qrupunda götürürük. Yəni qaynar sobaya, qaynar əşyalara, sobaya əl vurmamaq. Görürsünüz, bu 1-3-2-dədir artıq. Burada potensial təhlükə barədə xəbərdarlığa adekvat reaksiya verdi. Burada artıq elementar təhlükəsizlik qaydalarına, qaynar əşyalar sobaya əl vurmamağa əməl elədi. Təhlükəli situasiyalarda ehtiyatlıq nümayiş etdirdi. Bu oldu ikinci köklər qrupu. Elementar sözü birinci köklər qrupunda oldu. Artıq 1-3-2-də təhlükəli situasiyalarda ehtiyatlıq nümayiş etdirdi ikinci köklər qrupu. Deməli, burada artıq əməl eləyir. Burada artıq ehtiyatlıq var burada. Bir də kəsici, deşici, yandırıcı əşyalar. Artıq burada elektrik cihazları, heyvanlar, tanış olmayan adamlarla ehtiyatlı davranma. Müəllimələr, yol hərəkəti qaydalarını bildiyini nümayiş etdirdi. Oldu orta qrupda 1-3-2-də oldu. Amma 1-3-1-də artıq burada əşyaları, bir də yandırıcı, kəsici, deşici, yəni burada əşyaları deyir ki, fərqləndirirdi.
Burada amma de ki, yandırıcı, deşici, kəsici əşyalarla bərabər elektrik cihazları da əlavə olundu. Heyvanlar, tanış olmayan adamlarla ehtiyatlı davranma. Sonra yol hərəkətləri gördük ki, burada oldu orta qruppada. Yol hərəkəti qaydasını bildiyi nümayiş etdirmə. Yol hərəkəti orta qrupadan başlayır. Sual-cavab bölümündə bunu sizdən soruşacağam. Təhlükəsizlik qaydalarının kəsici, deşici elektrik cihazı ilə, ehtiyatlı davranma, böyüklərin nəzarəti olmadan, bax dərman qəbulu, bu da düşür. Dərman qəbulu görürsünüzsə böyük qrupadadır, görürsünüz. Yol hərəkəti qaydalarına əməl eləmə, riayət eləmə. Burada yol hərəkəti qaydalarını bildiyini nümayiş, artıq bildiyini hələ nümayiş et. Burada artıq əməl elə, görürsünüz, daha da mürəkkəbləşdi. Kimyəvi maddələrlə ehtiyatlı davranma, fövqəladə hadisə, fəlakətlər, təbii fəlakətlər, yanğınlar, zəlzələlər zamanı, bax təbii fəlakətlərdir, fövqəladə hadisə zamanı situasiyaya uyğun davranmanı izah edir. Dərman qəbul etməmə, yol hərəkəti qaydalarına riayət etmə, kimyəvi maddələrlə ehtiyatlı davranma, bunları gördük, müəllimələr böyük qrupa. Təhlükəsizlik qaydaları, fövqəladə hadisələr, təbii fəlakətlər, yanğınlar, zəlzələlər, daşqınlar, sel sürüşmələr, yol hərəkəti zamanı situasiyaya uyğun davranmaq. Artıq burada situasiyaya uyğun davranır. Görürsünüz yol hərəkətində. Müvafiq qurumları, bax yanğın söndürəni çağırma, təcili yardımı, polisi köməyə çağırma. Bir də bu məişətdə ehtiyatlı davranmaq haqqında bacarıqların malik olduğunu nümayiş etdirir. Adətən gördük bu məktəbə hazırlıqdadır. Deməli, müəllimlər nə yadda saxlayırıq? Elementar təhlükəsizlik qaydalarına əməl etmə, sobaya əl vurmamaq filan. Bu oldu birinci köplər qrupu. Təhlükəli situasiyalarda artıq ehtiyatlıq nümayiş etdirir. Saddə mürəkkəbə doğru dəyişdi. Bu oldu ikinci köplər qrupu. Tanış olmayan adamlarla ehtiyatlı davranma. Yol hərəkətləri qaydası. Bu oldu orta qrupda. Yol hərəkəti orta qrupadan başladı. Böyük qrupada artıq fəlakətlər, yanğınlar, zəlzələlər, təbii fəlakətlər dedik. Fövqəladə hadisə zamanı situasiyaya uyğun davranma, bir də dərman qəbul etməmə böyük qrupdaydı. Məktəbə hazırda nə oldu müəllimələr? Nəsə bir təcili yardım, təcili bir hal olarsa yanğın söndürəni, təcili yardımı, polisi çağırmaq. Bu da oldu bizim məktəbə hazırlıq qrupumuz. İndi müəllimlər səsi açırsınız, bir dənə sizi bir sual-cavab eləyim. Baxım görüm keçdiklərinizdə nə anladınız? Bir dənə səsi açın. Həm də müəllimlər hamı qaranlıq qalan məqam mənə desin. Bunu da açıram. Bu əsas ad standartlarda nə ki, kimin qaranlığı var? Bir açım mən. Dəqiqə. Echo verir. Echo dayandı mı? İradə müəllimə, siz də echo verir səs. Deməli, Firəngiz müəllimə səs açıb, bir də Esmira müəllimə. Mən bir də Firəngiz müəllimədən soruşum, bir İradə müəllimədən soruşum. İradə müəllimə, görün nəyə görə echo verir səs? Bəlkə 2 yerdən qoşulmusunuz? Firəngiz müəllimə, siz mənə deyin görüm harda sizin qaranlıq məqamınız oldu? İstəyir burdan, istəyir oradan. Mənə deyin. Qaranlıq məqamlar olmadı. Sadəcə olaraq bir hardasa yarım saatın dərsin ortasında qaçırmalı oldum uşaqlara görə. O da ki, açılımları, alt standartın açılımlarını, yəni yaşlara görə onları biraz qaçırdım. Onu da inşallah sabahları qayda alanda açar sözdən götürəcəm əsas yəni. Dəqiqə müəllimə. İndi qaranlıq məqam, məsələn, mən sizə sual verirəm. Müəllimə, desək ki, məsələn, bax, bir dəqiqə bunu silim. Desək ki, müəllimə, birinci yerdə dayanan əsas standart, az standartda yoxsa inkişaf sahəsidir? Məzmun xətti inkişaf sahəsidir. Ondan sonra gəlir əsas standart, ondan sonra da gəlir alt standart. Alt standart, doğrudur müəllimə. Məzmun xətti nə ifadə elədi? Məzmun xəttinin xüsusiyyətləri deyin mənə. Əsas standartın xüsusiyyətlərini deyim, alt standartın xüsusiyyətlərini deyim, görün necə başa düşdünüz? Məzmun xətti uşağın inkişafını göstərir, heç vaxt dəyişmir, leytmotiv deyirsiniz. Ondan yaranır əsas standart, yəni ondan sonraki başlıq belə deyək, əsas standartdır. Əsas standart artıq mərhələ ilə dəyişir. Amma alt standart isə bütün yaş qrupları üzrə hər mərhələdə, hər əsas standartdan sonra dəyişməyə başlayır. Əsas standart dəyişmir, əsasən dəyişməzdir. Alt standart da daima dəyişir. İnkişaf sahəsi dəyişmir, leytmotivdir. Neçə inkişaf sahəmiz oldu müəllimə?
4 inkişaf sahəmiz var. Hansılar? Birincisi fiziki sağlamlıq və təhlükəsizlik. İkincisi idraki inkişaf prosesi gedir, səhv eləmirəmsə. Aha. Düz dedim onu. İkinci idraki inkişaf. Bəli, idraki inkişaf sahəsi. Aha. Üçüncü estetik və yaradıcı, dördüncü isə sosial və emosional. Doğrudur müəllimə. Bir də sual verim sizə. Müəllimə, bax bu 1-4-ü qulaq asdınız siz bayaqları 1-4-ə. 1-1-4. Hə. Bu nəyə xidmət eləyirdi 1-4? 1-1-4. Elə bir ki, birincisi fizikidir, ondan sonra gəlir əsas standart, yəni uşağın birinci körpə yaş qrupu da elə deyək, 1-2 yaşın hərəkətlərini, sadə hərəkətlərini göstərirdi. Aha. Deməli müəllimə, burada kiçik motorikanın inkişafına xidmət elədi. Bir də inteqrasiya xarakteri daşıdı. Bir də müəllimə, mən sizə burada məşğələni dedim, hələ o birisi məşğələlərimizi deməmişəm. Burada hansı məşğələmizdir? Bax bu 3 dənə at standartdan hansı məşğələmizi çıxır? Necə yəni çıxır? Onu bir də zəhmət olmasa sual verin. Deyək ki, bax bu əsas standart deyək də, bax bunu deyim. Bu əsas standartda hansı məşğələmizdir? Fiziki mədəniyyət məşğələsi kimi götürülür. Fiziki hərəkətlər məşğələsi kimi götürülür. Fiziki mədəniyyətdir. Bu da yaş qrupucu dəyişirdi. 1-2 yaşda, 2-3 yaşda hərəkətlərin inkişafı idi. 3-4-5 yaşda, bir də 5-6 yaşda fiziki mədəniyyət məşğələsidir. Çox sağ ol müəllimə. Biraz yaxşıdır. Bura qədər yaxşı gəlmişik. İndi belə keçirəm. Bir də müəllimə izahı atacağam bütün inkişaf sahələrinin xırda-xırda. Nə ki, bütün 4 inkişaf sahəsinin xırda-xırda izahlarını eləmişəm. Onların kaydını atacağam sizə. Onları da izləyəsiniz. Bugünkü keçdiyim dərsində kaydını atacağam. Bunu da izləyəsiniz. Təşəkkür edirəm müəllimə. Yenə qayıdacağam sizə. Çünki hələ izah elədikcə sual cavab edəcəm. Hələ bizim dərsimizin ardı var. İndi soruşuram. Esmira müəllimədən soruşuram, sonra da İradə müəllimədən. Esmira müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Nəsə qaranlıq məqamınız varmı? Xeyr müəllimə, yaxşı izah etdiniz. Sadəcə müəllim, bu alt standartları əzbərləməliyik müəllimə, bir dənə o mənim üçün. Yox müəllimə, tərkibini bilməlisiniz, anlamalısınız. Məsələn, açar sözlərini yada. Məsələn, müəllimə, bizə verir, məsələn, 1-1 at standartı deyək də, 3-4 metr məsafəyə qaçma. Bu 3-4 metr məsafəyə qaçmanın bilən də əsasən yaş qrupu üzrə verilir də. Biz onu görəcəyik ki, 3-4 metr məsafə görürsə, harada olur olsun 1-2 yaş götürəsiniz. Məsələn, desək ki, burada bu veriləcək, içərisində veriləcək, məsələn, tutam sizə açar söz kimi topu hədəfə atma, qum kisəciyini, bir də hərəkət keyfiyyətlər, çeviklik, güc elastiklik, sonra məhdudlaşdırılmış səth. Görsəz bunu da götürəsiniz 5-6 yaşda. Yəni bu açar sözləri bilsəz, orada gedib rahat yaş qrupları üzrə yaza biləsiniz. Həm də ki, müəllimə, bizim bu inkişaf sahələrimizin hamısından 4-cü inkişaf sahəsi xaric, 3 inkişaf sahəmizdən birlikdə məşğələlərimiz var. Hər məşğələdə bir də təkrar eləyəcəyik. Deməli müəllimə, qaranlıq məqam bir dənə oydu sizə ki, bu necə fərqləndirmək, yəni əzbər yox, başa düşmək lazımdır. Sonra başqa qaranlıq məqamınız qaldımı? Yox müəllimə, çox sağ olun. Gözəl izah ediniz. Çox təşəkkür edirəm müəllimə. Deməli, sizə indi mən sual verirəm. Sual verirəm müəllimə. Bax bu bir görürsüz ha. Bu bizim nə oldu müəllimə? Adına gedirdi bax bu bizim. İnkişaf sahəsi. Bir müəllim, inkişaf sahəsi, məzmun xətti digər adı da. İkinci əsas standartdır, əsasən dəyişir o da. 3 rəqəmi isə standartı bildirir. Yəni 3 rəqəmli ifadə olunur dedikdə müəllim. Bir də hər yaş qrupuna görə dəyişir, sadədən mürəkkəbə doğru gedir, varislik prinsipinə riayət olunur. Ay, sağ olun. Olmaz. Əla. Bunu da bildiniz müəllimə. Bax, sizə bir dənə də sual verirəm. Harda? İndi müəllimə, sizə bir dənə sual verim. Bax, bu 1, 2, 3 görürsüz ha. Bir də görürsüz burada 1, 2, 1. Bura diqqətlə qulaq asırdınız bayaq mən izah eləyəndə. 1, 2, mən qulaq asıram bayaqdan mən. Bax, bu 1, 2, 1-də dedik ki, giyenadır. Burada da dedik ki, burada nə gedirdi sizcə? Nə gedər sizcə? Bir də hansı müəllimə? 1, 2, 3-də. 2 giyena idi. 1-2-3-də də özünə xidmət idi də müəllimə. Bəli, özünə xidmət bacarıqları burada formalaşırdı. Sadəcə burada fiziki inkişafa da xidmət edirdi. Yəni ki, o fiziki inkişaf sağlamlıq təhlükəsi o hissəyə. Amma sağlamlıq hissəmiz də bu hissə demişdik. Doğrudur müəllimə.
Çox sağ olun. Görsüz əslində asaddır. Yenə də elə müəlliməmiz var tam anlaya bilmir bu hissələri. Dedim yenə soruşum, sual cavab verim ki, tam bilim ki, hamı bilir. Bir dənə İradə müəllimə də çox sağ olun müəllimə təşəkkürəm. Amma gələn dərs sizə sual cavab verəcəm 4-cü inkişaf sahəsindən. İndi onsuz 4-cü inkişaf sahəsinin hamısını izah eləyəcəm. Bir də sual cavab eləyəcəm, bir də testlər işləyəcəyik. Həm şəkilli, həm situativ, həm yaş qrupları üzrə üçünü də qarışdırıb işlədəcəm sizə. İndi gəldik İradə müəlliməyə. Bəli, müəllimə. Hə, sizdə indi exo getdi. Bayaq exo verildi, müəllimə üzr istəyirəm görə dedim ki, exo verir. İndi müəllimə sizdən bir sual soruşum. Siz də mənə bir qaranlıq nöqtənizi deyin görün varmı? Hansı yerdə, hansı qaranlıq məqamınız qaldı? İzah edeyim sizə. Yoxdur. Hamısını yəni yaxşı başa saldınız. Elə. Yox. Deməli müəllimə, dedik ki, fiziki inkişaf, sağlamlıq təhlükəsizlik. Bax bu bizim yenə soruşam. Nə oldu bizdə bu? O inkişaf sahəsi məzmun xətti. Bu O əsas standart, aşağıdakı da alt standartdır. standart. Doğrudur müəllimə. İndi mənə bir dənə bu iyerarxiya deyir də, nə deyirlər? İyerarxiya, nəsə belə bir şey deyilir. Yadımdan da çıxdı, deyə bilmirəm. Bax bu ardıcıllıq deyək. Bu ardıcıllığın mənə deyin görüm hansını ifadə eləyir? Hansı ardıcılığı deyirsiniz müəllimə? Məsələn, bax inkişaf sahəsi, əsas standart, alt standart nəyi ifadə eləyirlər bunlar? Bu kurikulumda əsas standartlarımızdır, məzmun. Aha. Bax bu məsələn dedik əsasən bu dəyişmir, leytmotivdir, olduğu kimi qalır. Aha. Məzmun xətti dəyişməzdir, leytmotiv də ana xəttdir. Əsas standart məzmun xətti üzrə görüləcək işin fəaliyyətini müəyyənləşdirir. Alt standart isə əsas standart üzrə görüləcək fəaliyyətin bir hissəsidir, bir qismini müəyyənləşdirir. Bəli. Deməli, alt standart əsas standart ifadələrdir. Əsas standart ifadələrdir inkişaf sahəsinin. İnkişaf sahəsi də dəyişmir. Bəli, olduğu kimi qalır. İndi müəllimə desək ki, yaş qrupları üzrə dəyişir. Bu hansına aid olar? Alt standart yaş qrupları üzrə dəyişir. Desək ki, yaş qrupları üzrə dəyişmir, olduğu kimi qalır. O birinci məzmun xəttidir. Aha. İnkişaf sahəsi dəyişmir. Dəyişməzdir. Əsas standart əsasən dəyişir. Əsas standart yaş qrupu üzrə dəyişər, dəyişməz. Yox, dəyişmir. Əsasən dəyişmir. Bəli, dəyişmir. Bütün yaş qrupları üzrə əsas da, inkişaf sahəsi də olduğu kimi qalır. İndi bir dənə də sual verim sizə müəllimə. Müəllimə bayaq deyirdim ki, iyerarxiya belə gedir adı. Yəni o pillə-pillə gedir də. Yəni dedik ki, alt standart, əsas standartı ifadə edir, əsas standart inkişaf sahəsi. Bax bu iyerarxiya belə gedir. Hə, onu bilmirəm mən. Pillə-pillə. Bəli, adı ilə gedir. Onu demək istirdim bayaqlarım. Deməli, bir dənə də sual verirəm sizə müəllimə. Desək ki, bilik nə fəaliyyətdən ibarətdir? Bu hansılara aiddir? Bilik hissəsi hansına aiddir? Alt standart bilik fəaliyyətdən ibarətdir. Bəli. Amma məzmun xətti ancaq bilikdən ibarətdir. Fəaliyyət yoxdur. Fəaliyyətdən nə başa düşür müəllimə? Orada dedik hərəkət olmalı, doğrudurmu? Nəsə bir xəbər olmalıdır. Bəli, yoxdur. Məsələn, fiziki inkişaf sağlam təhlükəsizlik, yəni ancaq bilik hissədir. Müəllimə desək ki, topu hədəfə vurma. Bu hansı yaş qrupu olar sizcə? Topu hədəfə vurma. 5-6 yaşdır. Və desək ki, böyüklərin köməyinə pilləkənlə qalxıb düşmə. O 1-2 yaşdır. Bəli, böyüklər köməyi görsə ən çox. Bəs müəllimə, tutalım zəng edirik yanğın söndürənə və yaxud da polisi çağırır. O da 5-6 yaşdır müəllimə, məktəb hazırlığı. Bəli, doğrudur. Desək ki, böyüklər nəzarət olmadan dərman qəbulu falan. Bu hansı yaş qrupu olar? O 4-5 yaşdır dərman qəbulu. Bəli, müəllimə, baxaq. Bura yenə də dərman qəbulumuza. Dərman qəbulu 4-5 yaş. Doğrudur müəllimə. Çox sağ ol müəllimə, bu qəşəng, yaxşı gəlmiş, çox yaxşıdır. Hələ inşallah testlərdə də təkmilləşəcək irəli mövzu. Bu biraz qəliz mövzudur. Dəftərdən izah elədim. İndi gələn dərs hər mövzumuzu dərindən izah eləyəcəm. Təşəkkür edirəm müəllimə. İndi gəldim kimə? İndi müəllimələr, kimin harda qaranlıq məqamı oldu desin. Mən izah eləyim. Bax, mən buranı addamayım da, isti-isti izah eləyim. Qaranlıq məqam qalmadı ki heç kimə. Hamı anladı mı burada hamısını? Sevinç müəllimə. Sevinç Qocayeva müəllimə. Siz mənə deyin görüm, siz də təzə qoşulmusunuz. Nəsə qaranlıq qalmadı sizə? Müəllimə, hələ mənə tam oturmur, qoy Elə. oxuyurum. Sonra Nə sizə anlaşıqlı qalmadı? Nəsə belə hələ mənə tam otura bilmir. Belə bu sözləri tuzlamıram daha belə. Müəllimə, məsələn siz plan yazırsınız elə, plan.
Məsələn, bax burada məncə plan olmalıdır. Bir dəqiqə. Məsələn, siz plan yazırsınız, doğrudurmu? Baxın, bu Bəli. planda bax standart verilib. İnteqrasiya Sayılır. verilir. Baxın, bu standart var ha, standart 2-1-2. Görürsüz, bu bizim Evet. at standartımızdır. Deyirik ki, məşğələdə biz at standartdan istifadə edirik, bu standart göstərilir. Sonra buradan biz məqsəd çıxardırıq. Bax, məqsədi bax bu standartdan çıxardırıq. Sonra mövzu deyirik. Yəni bizim bütün məşğələlərimiz bizim bu 4 inkişaf sahəsi üzrə qurulur. Evet. Dəqiqə, bu da deyəsən bizim illik planımızdır. Bir saniyə. Bu da bizim illik planımız. Görürsüz, burada da standartlar göstərilibdir, ümumi şəkildə mövzu göstərilibdir, inteqrasiya göstərilibdir, resurs ümumi şəkildədir, bir də tarix göstərilib. Yəni bu bizim oldu. Yəni bütün bu dəqiqə, bütün bu inkişaf sahəsi üzrə görürsüz, məntiqi riyazi təfəkkür. Bütün keçdiyimiz necə deyim sizə, məşğələlərin hamısı bizim inkişaf sahələrimizlə inteqrasiya olunur. Dəqiqə. Məzmun standartlarıdır. Yay planlaşdırma, böyük qrup planlaşdırma. İllik planlaşdırma. Aha. Bir də müəllimə gəlirik bura. Bax, görürsüz, burada da görürsüz, standart verilibdir. 2-1-2, 2-1-5. Biz bunları bilsək, bu at standartları, biz məşğələlərdə də rahat istifadə edə bilirik. Özümüz rahat inteqrasiya da edə bilirik. Yəni, məzmunu da başa düşürük. İlk kursda bizim qəbulda 20-30 testimizin cavabını düz eləyir. Yəni, bu at standartları biləndə. Bax, bu standartlardan da bizə çıxır məqsəd. Məqsədimiz də at standartdan çıxarılır. Həmişə deyirik bunu ki, məqsəd at standartdan çıxarılır. Bir dəqiqə indi gəlirik bura. Hə. Baxın, görürsüz burada bayaq buradasınız Sevinç müəllimə. Bəli, müəllimə işləyirəm Qoy burada. səs açıq olsun. Mən bilim ki, harda qaranlıq yeriniz qaldı. Bu Bax, bu açıqdır bizim bu. müəllimə inkişaf sahəmizdir. Bayaqları da planımızda gördük ki, burada 4 inkişaf sahəsini gördük müəllimə. Bax, planımızda var. Fiziki inkişaf, görürsüz, fiziki inkişaf. İdrak. İnkişaf, başda inkişaf sahəmiz gəlir. Estetik inkişaf, 3-cü rəqəm estetik inkişafdır. Amma gəldik sosial emosiya, bu 4-cü inkişaf sahəmizdir. Yəni biz bu 4 inkişaf sahəsini bir il ərzində uşaqlarda formalaşdırmalıyıq. Və bütün məşğələlərlə də inteqrasiya edirik. Bütün standartlara, bütün məşğələlər üzrə, yəni bütün inkişaf sahələrini bütün məşğələlər üzrə inteqrasiya edirik. İndi müəllimə, görürsüz 2. 2 görürsə, burada 2, gəlin belə izah edin. Bax 2. 2, 1. Görürsüz, bir əsas standartdır. Qırmızı hərflə verilib. Bu 2, 1-də deməli 3 dənə rəqəmlər izah eləyir. Bax 2, 1-i. İzah edirsə bu 2, 3 dənə rəqəmlər, bu da bizim olur at standartımız. Bu oldu bizim inkişaf sahəmiz. 4 dənə inkişaf sahəmiz var, olduğu kimi qalır. İnkişaf sahəmiz bölünür. 2 olduğu kimi qalır müəllimə, 2, 1 dəyişir. Evet. Görürsüz, əsas standartımız. Yenə 2 olduğu kimi qalır burada. 2 olduğu kimi qaldı. Yanına əsas standartımız dəyişdi. 2-2. Yenə müəllimə 2 olduğu kimi qalır. 3 dəyişdi. Yəni bu əsas standartımız. Əsas standart dəyişəndə bizim məzmunumuz dəyişir. Necə? Bu oldu bizim riyaziyyat məşğələmiz. Bu 2-2 oldu bizim bədii təfəkkür, savad, təmin etki inkişaf məşğələmiz. 2-1 bizim nə oldu? Ətraf aləmlə tanışlıq məşğələmiz. İdraka xidmətlədir bu məşğələlərimiz. Görürsünüz, hamısı beyindir. İdrak görürsə beyin görürük. Beyin başa düşürük. Bax 3 görürük müəllimə. Görürsünüz 3. 3 nədir bizim burada? 3 bizim burada estetik yaradıcı inkişaf sahəsi. 3 olduğu kimi qalır müəllimə. O bizim inkişaf sahəmiz. Ad o elə gedir inkişaf sahəsi. Yəni həmişə yadda saxlayır ki, inkişaf sahəsində xəbər olmur. Olduğu kimi qalır, dəyişmir, leitmotivdir. Bax bu 3-1. Bax bu əsas standart əsasən dəyişir. Niyə? Görürsüz məzmun dəyişir. Burada deyir bədii yaradıcılıq 3-1-də. 3-2-də artıq əmək oldu. 3-3-də 3-3 yoxdur burada. 4 gəlir sonra. Baxın bu 3-2 oldu bizim əsas standartımız. Dəqiqə belə silək. 3-2 bizim oldu burada əsas standartımız. Əsas standart yenə bölündü at standartlara. Görürsüz 3-2 olduğu kimi qaldı. Onu ifadədə at standart. Bu birinci at standartımız, bu ikinci at standartımız, 3-2-nin ikinci at standartı, 3-2-nin üçüncü at standartı. Görürsüz? Yəni ki, müəllimə, burada ümumi şəkildə verilibdir, ümumi təlim nəticələrdir bunlar. İnşallah bunları da sizə keçirim testdə ayırd edə bilərsiniz. Bundan bizim bunları ayırd edə. Bu ümumi təlim nəticəsidir. Bir də var bizdə bir saniyə. Bir də var bizim at standartlarımız, yaş qrupları üzrə dəyişir. İndi müəllimə, gəlin baxaq, bax əşyalarla deyir 5 dairəsi riyazi əməliyyatlar getirir. Əşyaların formalaşdırılması. Görürsüz burada artıq at standartlar ifadələdir, riyaziyyatı. Riyaziyyat məşğələsini görürük burada. Məna budur. Bax baxırıq burada 2-2.
Gördünüz burada deyir ki, savad təlimidir, bədii təfəkkür, nitq inkişafı. Yəni mənası nədir müəllimə? Bu iki bizim oldu inkişaf sahəmiz. Bu oldu bizim əsas standartımız. Olduğu kimi qalır. Hər əsas standart olduğu kimi qalır. Az standartlar onu ifadə edir. Bu da əsas standartı. Bu da ifadə edir 2-ni. 2 olduğu kimi qalır. 2 ilə başlayan lap əsas standart görürsə bu 2-yə xidmət edir. Amma müəllimə 1 görürsə, bax bu 1. Bu bizim əsas standartımızdır. Bu da bizim inkişaf sahəmizdir müəllimə. Görürsünüz məzmun standart 4-5 yaş qrupudur. Bax bu bizim inkişaf sahəmizdir. Bu bizim əsas standartımızdır. Bunlar ad standart. Görürsünüz 3 rəqəmlər ad standart. 1 rəqəm görürsə əsas inkişaf sahəsidir. 2 rəqəm görürsə əsas standartdır. 3 rəqəm görürsə inkişaf sahəsi, dəqiqə. 3 rəqəm görürsə ad standartdır. Baxın 1-1-2 oldu ad standartımız 3 rəqəmdir. 1-1-3 ad standartımız, 1-1-4 yenə ad standartımız. Gördünüz müəllimə? 1-1-ə xidmətlədi. 1-1 olduğu kimi qaldı. İndi bax 1-2 əsas standartımız var. Amma 1 də olduğu kimi qalır. Görürsüz müəllimə? 1 hər yerdə olduğu kimi qalır, amma 2 dəyişdi. Əsas standart dəyişdi. Oldu masa arxası, gigiyena. Bax 1-2-1. Bu oldu ad standartımız. Bu nə oldu müəllimə? Addır yoxsa əsasdır bu? 1-2. 1-2-2. Əsas olar, alt olar bu. Ad Addır müəllimə, ad standart. Ad standart. Bəs bu 1-2-3 nə olar müəllimə? O da ad standartdır. Bəs müəllimə, bax bu qırmızı hərflə yazılan 1-2. 2 rəqəmli nə olar burada? Əsas deyil, mənim Ay 1-2. sağ olun, əsas. Allah sənə şükür. Bax sevindim şükür ki artıq bunu bildiniz. Ona görə deyirəm ki heç bir müəllimədə qaranlıq məqam qalmasın. Vaxtı az qalıbdı. Nə qaranlığınız var, səsi açın. Heç kim utanmaz. Özümüzük burada. Hamımız öyrənməyə bura yığılmışıq. Bax bu 1-1 də müəllimə nə oldu bu 1-1? Əsas Bəli. Əsas standart, bəli. Və bu nə olar müəllimə? Bax 1 rəqəmi. Görürsüz 1 rəqəm, bir dənə rəqəm. Bu nə olar sizcə? Fiziki inkişaf, sağalma, təhlükəsizlik. Əsas mı, art mı, yoxsa inkişaf sahəsi mi? O əsas da ilkindir. Fiziki inkişaf sahəsi də 1. Yox. Bu müəllimə bizim inkişaf sahəmizdir, məzmun xətti. İnkişaf sahəsi. Məzmun xətti, inkişaf sahəsi. Bu bizim məzmun xətti inkişaf səhəmiz oldu. Bu bizim əsas standartımız oldu. Bu da əsas standart, bu da əsas standart. 3 dənə əsas standarta bölündü. Amma bir tək inkişafdır da. Bəli, bəli. Ay, sağ olun. Bir bizim inkişaf sahəmizdir. Ona görə dedik ki, 4 inkişaf sahəmiz var. Biri fiziki inkişafa xidmət edir. İkinci idrakdır, beyinə xidmət edir, beynin inkişafına, idrakin inkişafına. 3 estetikdir. 4 də bizim sosial emosiya. O olduğu kimi bax bu 2 görsə bir dənə rəqəmdir. Bu bizim inkişaf sahəmizdir. Bir rəqəm görsə bu olur inkişaf sahəsi. Bir də müəllimə burada xəbər yoxdur. Feil yoxdur. Nəsə bax yerinə yetirir, nə bilim əməl edir. Heç nə yoxdur. Görsə bir dənə bilikdir. Bizə bilik ver. Yəni fiziki inkişaf, sağlam təhlükəsizlik nə? Sual verin nə? Burada nə edir demirik, nə deyirik. Yəni burada fəaliyyət yoxdur. Bax belə sual verib yadda saxlayın. Bu bizim oldu inkişaf sahəmiz. Amma dedik fiziki hərəkətlər nə edir? Yerinə yetir. Nəyi? Fiziki hərəkətlər. Bu oldu bizim əsas standartımız. Burada xəbər var. Amma burada da xəbərimiz var. Sadəcə olaraq burada 2 rəqəmlə ifadə olunubdur. Burada 3 rəqəmlə ifadə olunubdur. Burada müəllimə fiziki hərəkətləri verir, yanında görürsüz, mötərizədə verilir nələr də, yəni ifadə olunur. Amma burada görürsüz, sadəcə fiziki hərəkətlər verilir, əsas standart kimi verilib, amma bu ümumi şəkildə verilibdir. Ümumidir. Bu xüsusi şəkildədir. Ad standartımız xüsusi. Burada gör sağ-sol ayağı üzərində irəliyə doğru tullanan hansı fiziki hərəkət yenidir? Sağ-sol ayağı üzərində hərəkət. Bu fiziki hərəkət ümumidir. Qabağına nəsə bir söz yoxdur da, nə hərəkəti. İndi müəllimə gəlin baxaq. Bir dənə sual verirəm. Bax müəllimə deyək, bax bu 3. Bu nədir müəllimə? 3. İnç. Bax bu 3 inkişaf sahəsi mi? Əsas standart mı, ad standart mı? Əsas da estetik yaradıcılıq inkişaf. Aha. Nədir bu sizcə? Əsasdırmı, artdırmı? Bax burada yadınıza saxlayın. Bir rəqəmdir bu. Bu 2 rəqəm oldu. Bu 3 rəqəm oldu. Budur əsas yoxsa budur müəllimə? Hansı əsas olar? 3-1 sadə bədii yaradıcılıq. Bu nədir? Əsas oldu da sadə. Əsas budur, əsas budur. Və bu nədir müəllimə? Bu əsasca bu nə olur? İnkişaf sahəsi yoxsa ad standart mı olar bu? İnkişafdır, estetik. Bəli. Bu inkişaf sahəmizdir. Və bu? O altdır. 3-1 verilmiş. Gördünüz müəllimə. Bax bu yaş qrupu dəyişmədi. 3 olduğu kimi qalır. Hər yerdə 3 olduğu kimi qalır. Hər yerdə görürsüz qalır, dəyişmir. 3-1 əsasən dəyişir.
Yəni məzmun qurtarır mövzumuz. Keçirik bu birisi məzmuna, əmək bacarıqlarına. Yəni əsasən dəyişir. Amma az standart həmişə dəyişir yaş qrupu üzrə. Dəyişən olur. Bəli, daim dəyişir. Mən bax bunu izah eləyirdim. Çox sağ olun müəlliməm. Görürsüz, yenə Sağ yadda olun. qalır. Yadda qalır. Və müəllimə bir dənə bu sual verim, ürəyim rahatlaşsın. Bu 4 nə idi Buyurun. müəllimə? Əsasmı, atmı, inkişaf sahəsimi? Təkcə bir dənə rəqəm. 4 əsasdır. Bayaq kimi də sosial emosional inkişaf. Bu əsas budur. Ümumi bacarıqlar Ünsiyyət inkişaf bacarıqları. Bu edir. nədir? Əsasdır. Aha. Əsasdır. Bu nə oldu? Bu altdır. Bu 1 Aha. 4 1 1. Bu da ki bayaq kimi də İnkişaf sahəsi. inkişaf Bəli, sahəsidir. bəli. O Sosial düzdür. inkişaf. Terminlər tanış gəlmir, amma biz onu nə qədər işlədəcəyik? İnkişaf sahəsi məzmun xətti. Deməli müəllimə, inkişaf sahəsi dəyişməzdir olduğu kimi qalır. İnkişaf sahəsi nə ifadə edir? Əsas standart ifadə edir. Əsas standart nə ifadə edir? Bax buradakı as standartlar ifadə edir. Yaş qrupları da ifadə edir. Saddə mürəkkəbə doğru. Çox sağ olun Naim müəllimə. Görürsüz asan dərsində. Amma get-gedə daha rahat gələcək bizə. Mütləq qaydalara İnşallah. baxarsınız. İnşallah çox Məndə yaxşı var, olacaq. müəllimə kitabı varımdır məndə o. Standart kitablarım var, Ay, sağ 50 olun. lirəlik. Əla. Çıxartdırmışam onu. Əla, çox qəşəng. Çox sağ olun Naim müəllimə. Yenə qayıdacağam sizə. İndi kim Siz sağ qaldı? olun müəllimə. Siz sağ olun müəllimə. Hə. Müəllimələr daha kimə qaranlıq qaldı desin. Qalmadı ki, heç kimə qaranlıq. Qaldısa deyin, mən keçim o birisi mövzuya. İndi keçirik müəllimələr hara? Gəlirəm indi ikinci idraki inkişafı izah eləməyə. Bir də müəllimələr, gəlin elə sizə 4 inkişaf sahəsi haqqında bir dəfə izah verim. Sonra keçək standartların izahına. Dəqiqə. Deməli müəllimə dedik ki, 4 dənə inkişaf sahəmiz var. 4 dənə. Bax izah elədim bayaqlarımda Sevinç müəllimə ilə bərabər. 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik. Bu birinci oldu. İkinci oldu idraki inkişafı. Üçüncü oldu estetik yaradıcı inkişaf sahəsi. Dördüncü oldu sosial emosional inkişaf sahəsi. Fiziki inkişaf nəyə xidmət edir müəllimələr? Fiziki inkişaf xidmət eləyir bizim deməli məktəbə qədər yaş Sağlamlıq, dövründə təhlükəsizlik. bəli, sağlamlığa, hərtərəfli hərəkət Təhlükəsizlik. hazırlığa, əhektər fiziki inkişafa xidmət eləyir. Deməli, uşaqların fiziki inkişaf uşaqda yaxşı bədən quruluşunun, sağlam bədən quruluşunun formalaşmasına, orqanizm möhkəmlənməsinə, daxili orqanların fəaliyyətinin yaxşılaşmasına müəllimələr xidmət eləyir. İndi müəllimələr, sağlamlığın qorunması və möhkəmləndirilməsi deyə nə başa düşülür? Bax, bayaq izah elədim sizə. Sanitar gigiyenik qulluq, sağlamlaşdırıcı tədbirlər, sağlamlaşdırıcı tədbirlər nə idi müəllimələr? Hava, günəş, sudan geniş istifadə. Bax, bu bizim sağlamlaşdırıcı tədbirlərimiz idi. Rasional qidalanma idi, sağlam qidalanma, gimnastikanın düzgün yerinə yetirilməsi, düzgün gün rejiminə diqqət yetirilməsi. Orada vardı yuxu, asudə vaxt, təlim prosesi, gün rejimi biz keçirik də, onsuz da sizə keçəcəm inşallah. Sonra var idi gün rejimi mütləq də müəllimələr, onu da diqqətlə öyrənəcək inşallah. Fiziki aktivlik uşaqların bir sağlam həyat tərzinin keçirilməsinə təmin edirdi. Bir də müəllimlər vardı orada. Fiziki inkişafa böyük, kiçik hissi, sensor, motor bu hərəkətlərin inkişafı daxil idi. Böyük, kiçik motorika hərəkətlər, kiçik motor hərəkətlər, bir də hissi, sensor, motor hərəkətlər buradaydı. Bir də müəllimələr təhlükə zamanı, çətinlik zamanı məsələn, necə davranmaq, yol hərəkəti qaydalarına necə əməlləmək, eksperimental vəziyyətlərdə, təhlükəli situasiyalarda necə hərəkət etmək, yəni bunlar haqqında uşaqlarda ilkin təsəvvürləri formalaşdırırdıq fiziki inkişafda. Məişətdə ehtiyatlı davranmaq, küçədə mədəni davranmaq, təbii hadisələr zamanı, yanğın zamanı necə çıxış yolu tapmaq, necə bunları əməlləmək, bunları artıq bu biz fiziki inkişaf sağlamlıq təhlükəsizlikdə biz bunları hamısını formalaşdırdıq. İndi müəllimlər gəlirik, bizim əməyin 4 dənə növü vardı. Biraz əməyin növlərindən danışacağam sizə. Bir dəqiqə, qoy əməyin növlərinə də gəlim. Müəllimlər, bizim əməyin 4 dənə növü var. Müəllimə, hansı neçənci səhifədədir o əmək? O başqa PDF-dir, onu atacağam sizə. Bu başqa PDF-dir. Hələ izah edirəm, dərsdən sonra PDF-ləri göndərəcəm, oradan çıxartdırıb oxuyasınız.
İndi müəllimələr, 4 dənə əməyin növü var idi. Hamı diqqətlə qulaq assın, fikrimiz yayınmasın, sonra hamının suallarını alacağam. Kimə nə qaranlıq qalsa mənə sual versin dərsdən sonra da, bu izahdan sonra. Deməli müəllimlər, dedik əməyin 4 növü var idi. Yalnız və yalnız özünə xidmət əməyi fiziki inkişaf sağlamlıq təhlükəsizliyi xidmət eləyir. Təbiətdə əmək, əl əməyi, məişət təsərrüfat əməyi, bunlar estetik yaradıcı inkişaf sahəsinə xidmət eləyir. Bax, təsərrüfat, məişət əməyi, təbiət əməyi, əl əməyi, estetika. Çünki orada estetik nə idi? Uşaqlarda, insanlarda, yəni bütün hər bir şeydə gözəlliyi ətrafımızda gözəlliyi görmə qabiliyyəti estetik yaradıcı inkişaf sahəmiz idi. İndi müəllimlər, birincisi əl əməyini izah eləyəcəm. Sonra əməyin növlərini estetika keçəndə o birisi əməyin növlərini isə izah eləyəcəm. Deməli, müəllimələr, özünə xidmət əməyini buradan biz keçmişik. Dəqiqə buradan baxdıq. Bax, buradan biz keçdik. Özünə xidmətdə nə idi müəllimələr? Deməli, kiçik qruplarda artıq biz uşaqlara özünə xidmət əməyi formalaşdırdıq ki, uşaqlar bu zaman artıq özləri müstəqil şəkildə səliqəli keyfiyyətlərinə yiyələnməlidirlər. Uşaqlar çətinliyi aradan qaldırmağı burada öyrənirdilər, yuyunma, geyinmə, öz yatağını səliqəyə salmaq, oyun otağını təmiz saxlamaq, yerini təmizləmək idi, yerini təmizləmək idi. Sonra özünə xidmət əməyində uşağın qarşısına aydın məqsədlər qoyulurdu ki, özünə xidmət uşağın yəni özünə xidmət eləməyinə xidmət eləyirdi. Yəni uşaqların bu zaman məsələn bax burada nə var idi özünə xidmətdə? Burada var idi müəllimələr deyirik ki, salfetdən burun dəsmalından istifadə eləmək idi, sabunla əllərini, böyüklərin köməyi ilə sabunla əllərini yumaq idi. Deyirdik ayaqqabısının bağını bağlamaq, düymələmək, artıq geyinirdi, soyunurdu. Özünə xidmət bacarıqları, vərdişləri görürsüz, soyunub geyinmə, səliqə ilə dolaba yığma. Amma burada özünə xidmət edir, özünə. Burada başqaları yox, özünə, öz paltarına səliqəyə salma, bax bu səliqəsizliyi aşkar edib ortaya çıxartma, bunlar aradan qaldırma. Bu bizim özünə xidmət əməyimiz. Burada müəllim rol modeli olmalıdır ki, məsələn, uşaqlar baxın, əllərimi necə sabunla təmizləyirəm, üzümü necə dəsmalla sildim, əlimi necə quruladım, uşağa rol model olmaq idi. Hətta mən sizə Bobo gəlincik keçmişdim. Orada deyir ki, rol model olma. Yəni oradakı rol modellə buradakı rol model eynidir. Yəni baxıb uşaq oradan götürür. Rol model o deməkdir. İndi müəllimlər dedik ki, 1, 2, 3 dedik ki, özünə xidmət. Gəldik müəllimlər, deməli, əməyin növlərinə. Bir də birinci estetiki izah edəcəm, sonra əməyin növlərinə keçəcəm sizə. Estetik yaradıcı inkişaf sahəsi nə idi? Deməli, müəllimələr, estetik yaradıcı inkişaf sahəmiz. Gəl bura gedək üçüncüyə. Sonra keçəcəm yenə sizə izah eləməyə. Bu günə ancaq bunlarsa izah eləyəcəm. Artıq ikinci günü, üçüncü günü inşallah, üçüncü günü bizim testimiz sual cavabımızdır. Möhkəmləndik mi bu mövzu üzərində? Əsas mövzumuzdur. Artıq 5-ci günü sizə izah eləyəcəm. Qiymətləndirmə, planlaşdırma inşallah. Bu da bizim ən dərin mövzularımızdandır. Gəlirik müəllimlər, estetik yaradıcı inkişaf sahəsi. Estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin, zövqlərin, bədii yaradıcılıq qabiliyyətlərinin inkişafına burada xidmət eləyirdi. Təhsili fəaliyyətdə məsələn biz uşaqlara rəngləri öyrədirdik, formaların yeni birləşmələrini, quraşdırmada məsələn uşaqlara nəsə bir şey quraşdırma, nəsə bir şey, yeni bir şey yaratma. Sonra var idi orada məsələn melodiyanın dinlənilməsi, hətta orada səhnələşdirmə var idi. Deyirdik ki, məsələn biz bədii təfəkkürdə hekayə nağılı danışırdı uşaq, amma estetik yaradıcı inkişaf sahəsində orada artıq uşaq səhnələşdirirdi. Sonra var idi orada müəllimələr, rəqs var idi, ifa var idi, musiqi alətlərində ifa, musiqi məşğələmiz də estetik yaradıcı inkişaf sahəsində idi. Təhsil fəaliyyətinin 4 dənə qolu, rəsm, kəsib yapışdırma, aplikasiya, yapma. Bax bu 4 dənə qolu da bizim estetik yaradıcı inkişaf sahəmizin tərkibində idi. Burada var idi müəllimələr
uşaqda estetik zövqün formalaşması idi. Yaradıcı fəaliyyət nəticəsində uşaqlarda yaradıcı təxəyyül, nəsə yaratmaq, ünsiyyət bacarıqları, kreativlik səriştəmiz, sonra digər insanların mövqeyini qəbul etmə bacarığı burada inkişaf edirdi. Dedik ki, estetik tərbiyədə, həmçinin təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək bacarığı idi. Yaradıcı qabiliyyətlərin formalaşması, müəllimələr yaradıcı qabiliyyətlərdə nə gedirdi? Musiqi duyumu idi, təsviri fəaliyyət zamanı uşaqlarda yaranan o yaradıcı qabiliyyətlər, bunlar hamısı gedirdi. Dedik ki, müəllimlər, estetik yaradıcı inkişaf sahəsində 3 dənə bizim əməyin növü var idi ki, əməyin növlərini keçəndə də göstərəcəm. Gəlin buradan baxaq. 3 dənə əməyin növləri var idi. Burada var idi təsərrüfat məişət əməyi. Bu da müəllimələr dedik, yataq otağının, oyun meydançalarını, otaqlarını səliqəyə salma, oyuncaqlarını meydançadan çıxartma. Sonra dedik ki, burada nə var idi? Döşək ağını salırdı, çörək qabını stol üstə düzürdü. Sonra qrup otağını hər həftə uşaqlarla bərabər yığışdırma var idi. Süfrənin düzülməsi, süfrədəki güllərin bəzədilməsi, yeməyin planlaşdırılması hamısı bizim təsərrüfat məişət əməyidir. Hətta təsərrüfat məişət güşəsini sizə keçəndə deyəcəm ki, baxın, burada da əməyin necə ki, açar sözlərini deyirik, indi təsərrüfat məişət güşəsində də sizə göstərəcəm. Orada da qab-qacaqla belə şeylər görəcək. Uşaqda həmin o bacarıqları formalaşdıracaq ki, o təsərrüfat məişət əməyini uşaqlarda formalaşdırmaq. Sonra müəllimələr var idi. Burada dik növbətçilik vəzifələrinin ətrafında, yəni ki, uşaqlarda biz növbətçilik olurdu ki, uşaq bu günlərin hansı uşaqlar məsələn qab-qacağı stonsda səliqəyə düzəcək, nə bilim yeməyini qoymasına kömək eləyəcək. Bunlar hamısı təsərrüfat məişət əməyində idi. Yəni bir yerdə uşaqlarla bir yerdə bax oyun meydançaları burada göstərilir. Baxın, oyun meydançaları, otaqların səliqəyə salınması, oyuncaqların meydançaya çıxartmaq, larların hamısı stollara yaxınlaşdırmaq, məşğələ materiallarını gətirib aparmaq, çörək qablarını stola düzmək. Yəni müəllimələr, görürsüz, hamısı cəm şəklindədir. Sonra məktəbə hazırlıq hissəsində deyir ki, artıq burada süfrənin düzəldilməsi, süfrənin güllərin bəzədilməsi, yeməyin planlaşdırılması, bunlar hamısı ictimai əhəmiyyətli kollektiv əmək, bunlar hamısı təsərrüfat məişətdə idi. Amma burada baxaq ki, özünə xidmət hardaydı? Özünə xidmət. Bax, özünə xidmətdə görürsünüz, ancaq burada özünə xidmət eləyir. Özünə xidmət bacarıq, yuyunma, geyinmə, bu özünədir da müəllimələr. Öz oyun otağını təmiz saxlayır, öz yerini təmizləyir, öz yatağını səliqəsi, hamısı öz başa düşürsə də bu olur özünə xidmət. Gəldik müəllimə təsərrüfat məişət əməyi dedimsə, gəlirik təbiətdə əmək. Təbiətdə əmək uşaqların sağlamlığında, hərəkətlərinin kamilləşməsində, sonra dedik bacarıq buradakı məsələn uşaqlarda əqli sensor əqli sensorun inkişafında, bunlarda sonra əmək qabiliyyətlərinin inkişafı, bunların hamısında müəllimələr biz təbiət adına məlum olduğu kimi təbiətdə əmək. Torpağın əhəmiyyətini uşaq burada anlayır. Quşları, heyvanları məsələn deyirdi ki, onlara nəsə bir tikir, qəfəs təmizlənməsi, sonra nə var idi artıq orada? Akvaryumun dəyişməsi, bunlar hamısı təbiət əməyində idi. Təbiət elementləri görürsə də bu olur bizim təbiət əməyi. Müəllimələr, əl əməyi görsə nəsə bir şey orada yaratmaqdır. Yaradırıq. Yəni kiçik motor bacarıqlar burada inkişaf edir. Quraşdırma var burada. Məsələn, dedik ki, orada qalın kağızlardan əşyalar düzəltmədir, təbii materiallarla iş idi. Bu əl əməyidir. Şamdan, qozadan nəsə müxtəlif bir şeylər hazırlamaq idi. Bir də müəllimlər, burada var idi mağaza sərgi oyunu. Görüm hardadır? Mağaza sərgi oyunu. Mağaza sərgi oyunu deyəndə müəllimlər, biz əl işlərimizi hazırlayırıq, sonra onu biz sərgiyə çıxardırıq, mağazaya çıxardırıq. Yəni orada o əl işimizi, əl əməyimizi göstərdi. Yəni bu mağaza sərgi oyunu görsəz əl əməyindədir. Başqa əməkdə görmədik bu açar sözü. Belə müəllimlər, deyək, bax burada nə oldu? Təbiət haqqında uşaqlarda təsəvvürlər daha çox formalaşır. Günəşin parlaması, qarın əriməsi haqqında uşaqlara danışılırdı. Hətta epizodik dil, məsələn, quşlarını yedizdirmək, yaxşı oxusunlar, bitkiləri sulayaq. Bunlar hamısı oldu təbiət əməyinin tərkibində. Belə. Təbiətdə görürsə də uşaq məsələn şəkillərlə də göstərəcəm sizə. Şəkillərlə görürsə təbiət tərənnüm etsin. Bu təbiətdə əməkdir. Təsərrüfat məişət əməyi hamı bir nəsə bir şeylər oranı yığışdırır, səliqəsi. Bu təsərrüfat məişət əməyi. Özünə xidmət görəcək, ancaq orada özünə xidmət eləyir. Əl əməyi görsə nəsə bir şey yaratdı, qurdu. Bu da əl əməyi oldu.
hansısa bir quraşdırma fəaliyyətləri yerinə yetirdi. Belə müəllimələr, bu bizim oldu estetik yaradıcı inkişaf sahəmiz, gəlir axırıncı inkişaf sahəmiz sosial emosional inkişaf sahəsi. Müəllimələr, bax burada dedik ki, bu 3-1 bax bu əmək özü 2-dədir. İzah eləmişəm, düzdür, mən onu kayıtda var. Hamısı atacağam sizə əvvəlki kayıtdan. Nə ki, kayd edib sizə kayıtlarım var, onları sizə göndərəcəm. Bax bu 3-2 oldu bu əmək bacarıqları. 4-ə gəlirik müəllimə. Bax bu 4. 4-də görürsünüz nə görürük burada? Ünsiyyət görürük burada. Sosial həyatla bağlı bilik, bacarıq, vərdişləri görürük. Burada da oyunlar da bura aid idi. 4-3 əsas standartda nə görürük? Burada da dözüm, tolerantlıq görürük. Gəlin baxaq ki, sosial emosional inkişaf sahəsi nədir? Onsuz standartları bir-bir sizə xırdalayacağam. İndi gələn müəllimlər, inkişaf sahəmiz 4-cü. Məktəbəqədər yaş uşaqlarda sosial emosional keyfiyyətlər məktəbdə inkişaf eləyirdi. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial mühitin normalar əsasında sosial emosional inkişaf sahəsi üzrə reallaşdırırdı. Məktəbəqədər yaş uşaqlarda sosial emosional keyfiyyətlər vəhdətdə formalaşır. Bu zaman uşaqlarda biz xeyirxahlıq görürük, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olma, münaqişələrin həlli. Bunlar hamısı sosial emosional inkişaf sahəsinə aiddir. Yəni, sosial emosional inkişaf sahəsi ilə biz uşaqlarda insanlara qarşı müsbət münasibət formalaşdırmalıyıq. Mənəvi keyfiyyətlər formalaşdırmalıyıq. İstir oyunda olsun, istir əməkdə olsun, istir əməli fəaliyyətdə olsun, kollektivdə olsun. Yəni biz uşaqlara ilkin bacarıqları burada yələndiririk. Sonra müəllimələr dedik ki, burada böyüklərlə yaşıdlarla ilkin qarşılıqlı fəaliyyət, ünsiyyət burada formalaşırdı. Deməli müəllimələr, baxın, belə bir şey deyim də sizə, sosial dedikcə insanlar gedir, cəl. Estetik görürsə bu gözəllik gedir, gözəlliyi tərənnüm eləmək gedir də, yəni estetik gözəlliyi görmə. Amma birinci inkişaf sahəsi görürsə də bizim fiziki bədənə xidməti gedir, yəni fiziki cəhətdən sağlamlığımız. İkinci idraki inkişaf sahəmizi görürsə də bu da bizim olur idrak, beyinə xidməti, ancaq bu beyinlə bağlı şeyləri burada görürük. Belə müəllimələr. İndi əməyin növlərini də biraz anlayışımız oldu. Təbiətdə əmək oldu, təbiətlə bağlı oldu. Əl əməyi. Dedik ki, əl əməyi nə oldu? Nəsə uşaqlar burada qürur yaradır. Sonra quraşdırma ilə bağlı oldu. Dedik, deməli, əl əməyi, özünə xidmət əməyi, özünə xidmət elədi. Bir də var idi orada təbiətdə əmək, təbiətlə bağlı idi. Təsərrüfat məişət əməyi. Artıq burada növbətçilik sözü görürük burada. Stolun üstündə boş qapları səliqəli düzmə. Yəni hansısa boş qabdır, qabdır, nəsə səliqə, otağı bir yerdə səliqəyə salırlar, uyğun mediaçığa səliqəyə. Bunlar hamısı uşaqların bir yerdə komple nəsə bir şeylər eləməsi. Yəni bunlar hamısı gedir bizim təsərrüfat məişət əməyimizdə. İndi bir dənə idraki inkişafdan da biraz izah edirəm sizə. Müəllimlər, idraki inkişaf sahəsində biraz məşğələlər deyim buradan sizə. Əsas müəllimlər, mənim bugün məqsədim nə idi sizə öyrətmək? İnkişaf sahəsi, əsas standart, az standartı aid eləyə bilərsiniz. Testlərdə qarışdırmayasınız. Hansı standartda hansı məşğələlər var, bunu biləsiniz. Əməyin növlərini biləsiniz. Əsas bunlardır. İndi deməli müəllimlər, idrakin inkişaf. İdrakin inkişafında 2-1-də dedik ki, hansı məşğələlərimiz var? Burada müəllimə, ətraf aləmlə tanışlıq məşğələmizdir. Ətraf aləmlə tanışlıq və nitq inkişafı bizim birinci köprülər qrupu, ikinci köprülər qrupundadır. 1-2-3 yaşdadır. Amma müəllimlər, ətraf mühit görürsə də olur. Köprülər qrupu, ətraf aləm biraz da uşaqda genişdən, artıq aləm dedik, mühitdən çıxır aləmə. Aləm deyirsə də, ətraf aləmlə tanışlıq, nitq inkişaf görürsə də, bu olur bizim 3-4-5 yaş qrupamız. Amma görsək ki, müəllimlər 5-6 yaşda, artıq 5-6 yaşda təkcə ətraf aləmlə tanışlıq məşğələsi olacaq. Çünki 5-6 yaşda artıq savad təliminə hazırlıq, savad təlim məşğələmiz olur. Savad təliminə hazırlıq və nitq inkişafı deyirik. Yəni nitq inkişafı gəlir savad təliminə hazırlığın yanına. İndi gəldik müəllimlər 2-1 dedik ki, ətraf aləmlə tanışlıq məşğələsidir. 2-2 olur burada bizim bədii təfəkkür məşğələsi, savad təlim məşğələmiz. 2-3 bir də nitq inkişafı dedik də burada. Savad təlimi, bədii təfəkkür, nitq inkişafı 2-2-də. 2-3-də dedik ki, nə olur burada? Məntiqi riyazi təfəkkür məşğələmiz.
Deməli 1-2-3 yaşda biz körpülər qrupu müəllimlərinə tanışdıq ki, 1-2-3 yaşlar sensor tərbiyə məşğələsidir. Amma 3-4, 4-5, 5-6-da məntiqi və riyazi təfəkkür məşğələsidir. Bunlardır. Sonra müəllimələr belə yadda saxladıq, qayıtlar bunları qeyd eləmişəm PDF-imdə. Deməli 2-3 dedik. Bədii təfəkkür məşğələmizə gələk. Müəllimlər, bədii təfəkkür. Bax bu 2-2-1, 2-2-2. Bu bizim bədii təfəkkür məşğələsidir. 2-2-3 inteqrasiya xarakteri daşıyır. Bunu aydın izah eləmişəm idraki inkişaf sahəsində. Diqqətlə baxasınız. Orada bütün nüansları izah eləmişəm. Bir dənə qaranlıq yeri yoxdur. 2-2-4 ilə 2-2-5 bunlar ikisi də xidmət eləyir nəyə? Savad təlim məşğələmizə. İndi müəllimələr, bu bizim savad təlim məşğələmizdir 2-2-4, 2-2-5. 2-2-1 ilə 2-2 bizim oldu bədii təfəkkür məşğələmiz. İndi içində izah eləyəcəm yenə də. 2-3 bizim olur riyaziyyat məşğələmiz. Bax deyirik bu 1-2 yaş, 1-2-2-3 yaşda oldu bizdə sensor tərbiyə məşğələmiz. Artıq 3-4, 4-5, 5-6da oldu bizim məntiqi riyazi təfəkkür məşğələmiz. Gələk estetik yaradıcı inkişaf sahəsinə. Bunda sizə izah eləyim. Sonra bir-bir xırdalayacağam. Estetik yaradıcı inkişaf sahəsində 3-1, 3-1, 3-2 bizim rəsm məşğələmizdir. Rəsm məşğələsi 3-1-1, 3-1-2-dir. Amma tərkibini yenə deyirəm, izah eləyəcəm. Sonra 3-1-3 aplikasiyadır. Kağız görürük. 3-1-4 yapmadır. 3-1-5 quraşdırmadır. Bir də müəllimlər sizin 2 dənə məşğələ bilməlisiniz burada. 3-1-6, 3-1-7 ikisi bir yerdə musiqidir. Mən bunu sizə izah eləmişəm ehtiyatdan. Çünki bizə bu standart verilibsə də yenə mən musiqini də sizə izah eləmişəm estetikdə. Qaydını götürmüşəm. Bir saniyə müəllimələr. Üç bir altı, 3-1-7'lik burada musiqidir. Amma burada bizim, bax bu da 3-2 əməkdir. Burada məşğələ yoxdur. 4-də də heç məşğələ yoxdur. İnteqrasiya xarakteri daşıyır 4-cüdə. İndi gəlin qalxaq yuxarıya. Biraz izah eləyim müəllimələr. Metodika hissəmizi tamamlayaq. 5-ci gündə sizə metodikanın qalan bu alt standart funksiyaları falan bunların hamısını izah eləyəcəm sizə. Strategiya falan. Bir də planlaşdırma, qiymətləndirmə bunları izah eləyəcəm. Müəllimə, deməli dərsimiz bizim 1-3-5 olacaq da, belə başa düşdük. Bəli, 1-3-5 bizim dərsimizdir. Saat 20:00-da. Əlavə dərslər də təşkil edəcəm. Vaxt olduqca olacaq ki, deyəcəm müəllimələr, sizə link atıram. Ya 6 ya bazar 1-3-5 hə. Ya 6 ya bazar məsələn elə olacaq vaxtım, əlavə vaxtım olacaq. Deyəcəm müəllimlər, gəlin qoşulaq siz sual cavab və ya yeni bir sizə mövzu izah edeyim ki, vaxtımız da, yəni imtahanı az qalıbdı. Müəllimələr, bax bu 4-cüdə dedi ki, bax mən belə bir PDF də var, bu da var mənim. Bundan da çıxarda bilərsiniz 54 səhifənin içərisində ümumi bu inkişaf sahələrini. Mən bunu atmışam qrupaya, PDF qrupamıza. Bax belə də çıxarda bilərsiniz. Burada da aydın göstər. Bu mavi ilə göstərmişəm. Burada yaşla çalır. Bu inkişaf sahəmizdir. Bu əsas standartımızdır. Bu da əsas standart görürsüz. 2 dənə rəqəmdir. Bunlar da az standartlardır. Bir də mənim yaş qruplarının hamısını da vermişəm ki, göz yaddaşdan yadınızda qalsın. Amma o tərəfdə yaş bir dənə yerdə verilir də lap başda. Görürsüz, hamısında yaş qrupasını vermişəm. Hər alt standartın altında mənim yaş qrupam var. Belə də sizə hazırlamışam ki, göz yaddaşından sizə asan gəlsin. Bir dəqiqə, bunu da göndərəcəm qrupaya. Çatsaq bunu da izah eləyəcəm. Çatmasaq gələn dərsə. Çünki mən gələn dərs onsuz da mənim üfüqi şagird inteqrasiya planlaşdırması izah eləməliyəm. Orada onu diqqətlə dinləyəsiniz. Bunları yəni gələn dərs izah eləyəcəm. Bir dənə bunu izah eləyirəm. Alt standartın funksiyalarını bu dərs. Çatsaq o da. Gəldik bura müəllimələr. İdraki inkişaf. İdraki inkişaf dedik ki, burada ətraflı tanışlıq məşğələsidir. Müəllimlər, bax öz adını deyir, yaxınlarını sadalayır, sadə suallara reaksiya verir, müşahidə etdiyi əşyaları göstərir. Böyüklərin köməyi ilə tanış obyektləri göstərdi, sualların köməyi ilə heyvanların səsini görə müəyyənləşdirmək. Bax, bunların hamısı gördünüz bizim ətraflı tanışlıq məşğələmizə necə deyimsə xidmət elədi.
Ancaq ətraf mühit görürük. Ətraf mühit, canlı-cansız harda keçirik biz məlumat veririk uşağa ətraf aləmdə. Adətən biz ətraf aləmdə uşaqlara məlumat veririk. Hər hansısa bir məlumat çatdırırıq uşaqlara. Bax, müşahidə eləyir uşaq, müşahidə etdiyi əşyaları fərqləndirir. Əşya görürsə bu ətraf aləmlə tanışlıq məşğələsi. Əşyalar və sadə süjetli şəkillər əsasında danışır. Müşahidə etdiyi əşyaları, geyim, qab-qacaq, mebel görürsə bunlar hamısı ətraf aləmlə tanışlıq məşğələsidir. Əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Bu bizim 2-1 əsas standartımızdır. Burada bizim oldu ətraf aləmlə tanışlıq məşğələmiz. 2-1-4, 2-1-5, 2-1-6, 2-1-1, 2-1-2 bunlar hamısı bizim ad standartlarımızdır. Gəldik müəllimlər 2-2. Bu da bizim oldu. İndi artıq dərsi yekunlaşdıracağam. Az qalıb vaxtı. Suallarınızı da alacağam inşallah. Yəqin 11-in yarısı tamamlayacağam dərsi. 2-2-dir ki, burada nədir? Bədii təfəkkür məşğələsidir. Bədii təfəkkürdə nədir? Baxın, 2-2-1, 2-2. Baxaq görün bunun tərkibində nələr var? Baxın, dinlədiyi fikrə əsasən hisslərini ifadə edən sadə sözlərdən istifadə edir. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və bir neçə sözlə ifadə edir. İfadə edir özünü. Harda? Bədii təfəkkür məşğələsində. Sadə sözlərdən istifadə edilmə birinci köklər qrupu, bir neçə söz isə ikinci köklər qrupu. Dinləyib anladığı, müəllimlər, dinləyib anlama başlayır bizim bədii təfəkkür məşğələmiz orta qrupdan başlayır. Amma ümumilikcə bu bizim bədii təfəkkür məşğələmizdir. 2-1, 2-2 deyəndə belə gedir. Amma bunları uşaqda yavaş-yavaş formalaşdırırıq varisliyini. Amma orta qrupadan bədii təfəkkür məşğələmiz artıq başlayır. Deməli, dinləyib anladığı dil isə orta qrupadır. Dinləyib anladığını verdiyi sual cavablarla nümayiş etdirir, orta qrupadır. Dinləyib anladığı fikirlərə münasibət bildirirsə böyük qrupadır. Müəllimlər, onsuz da mən bunu geniş izahımda orada izah eləmişəm. Yəni tam dərindən də bu məsələn burada nədir? Burada nədir, burada nədir? Hər ad standartının hər bir mənasını izah eləmişəm. Sadəcə görürsünüz 2 saat izah edirəm. Hələ nə qədər dərindirsə, nə qədər geniş mövzudursa da görürsünüz hələ necə deyim sizə, yəni çalışıram elə lap belə geniş izah edirəm. Görürsünüz vaxt artıq qurtarır. Amma mənə vaxt 2 saat, 3 saat izah edirəm. Vaxtın fərqi yoxdur. Dinləyib anladığı fikirlər münasibət böyük qrupa, dinləyib anladığı fikirlər şərh edirsə, bu oldu məktəbə hazırlıq qrupamız. Amma görürsünüz dinləyib anlama. Hardadır müəllimələr? Bu bizim bədii təfəkkürdə. Çünki uşaq dinləyir, nağıl danışıq dinləyir, sonra onu anlayır, sonra münasibət bildirir. Gəlir bura 2-2-2. Şəkil üzrə tanış obyektləri adlandırır. Bu oldu birinci köklər qrupu, şəkillər üzrə. Kiçik həcmli nağıl və şeir. Nağıl və şeir görürsə, bu olur bizim ikinci köklər qrupundan başladı. Şəkillərə əsasən, məzmuna əsasən hekayə və nağıllar. Hekayə görürsə, bu orta qrupadır. Hekayə orta qrupadır. Nağıl şeir görürsə, bu ikinci köklər qrupasıdır. Bu bizim bədii təfəkkürdə artıq bunu sizə geniş-geniş keçəcəm. Sonra müəllimlər, şəkil üzrə sərbəst sujetdir. Sujetdə hekayə görürsə, böyük qrupadır. Bədii nümunə, müşahidə, şəkillər əsasında fikrin sadə şəkildə şərh edirsə, bu olur məktəbə hazırlıq. Şərh görürsə, hamısı məktəbə hazırlıq qrupamızdadır. Bu bizim olur böyüklərin təklifi ilə inteqrasiya xarakteri daşır, salam, sağ olsun sözlərindən istifadə edir, nitq etiketlərindən istifadə edir. Nitqində xeyr, sağ ol, belə şeylərdən istifadə elədi. Sonra nitq etiketlərində bağışla, nuş olsun, zəhmət olmasa. Bax, bunların hamısını izah eləmişəm müəllimlər. Vaxt itkisi olmasın, salam, sağ ol. Görürsə birinci köklər qrupu. Böyüklərin təklifi ilə sözü varsa birinci köklər qrupu, artıq nitq etiketlərindən salam, sağ oldan istifadə edir. Bu ikinci köklər qrupu. Nitq etiketlərindən salam, sağ ol oldu ikinci köklər qrupu. Burada artıq bəli, xeyir, çox sağ ol sözü varsa orta qrupadır. Böyük qrupada artıq görürsünüz nitq etiketlərindən zəhmət olmasa, bağışla, nuş olsun. Biraz da genişlənmiş şəkildə uşaq istifadə edir. Nitq etiketlərindən buyurun, xahiş edirəm, xoş gəlmisiniz, yaxşı yol, jest, mimika deyirsə, bu oldu məktəbə hazırlıq qrupamız. Gəlirik 2-2-4, 2-2-5 savad təlimi. Niyə görə bu nasıl bir savad təlimidir? Niyə görə biz bu 2-2-1, 2-2 bədii təfəkkür deyirik? Nəyə görə dedik bunu? Görsə hekayədir, nağıldır, şeirdir, görürsə bu bədii təfəkkürdür, dinləyib anlama görürsə bədii təfəkkürdür. Amma baxın, danışıq səsləri harda olur? Savad təlimində. Artıq bizim Azərbaycan dili var, bizim savad təlim varisliyi nədir? Bizim Azərbaycan dili məktəbdəki məşğələmiz. Deməli, savad təlimi. Danışıq səsləri, görürsünüz, danışıq səsləri, sözü, cümləni biz harda öyrənirdik? Azərbaycan dili məşğələmizdə. Heca, söz, cümlə.
Heca söz. Bu da bizim savad təlim məşğələmizi ifadə edir. Heca söz, cümlə. Bu bizim savad təlimi ana dili məşğələmizin Azərbaycan dilində ana dilinin varisidir. Burada öyrənirik yavaş-yavaş ilkin məlumatlar, sonra artıq biz məktəbdə formalaşır artıq bizdə bu ana dili məşğələmiz. Hərf və səsləri kəsmə əlifba vasitəsilə fərqləndirirsə oldu məktəbə hazırlıq. Danışığında bir-iki sözdən ibarət sadə cümlə qursa deyirik bu olur. Birinci köklər qrupu görürsüz cümlə danışığında. Danışığında 2-3 sözdən ibarət cümlə qursa oldu ikinci köklər qrupu. Danışığında 4-5 sözdən ibarət cümlə qursa oldu bu böyük qrupa. 4-5 cümlədən ibarətdirsə oldu yox. Orta qrupa danışığında 2-4 sözdən ibarət sadə cümlə qurur. Böyük qrupa da 4-5 cümlədən ibarət bətin qurur. Verilmiş səs üzrə sözləri seçir. Səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlə, cümlədən şifahi mətnlər görürsüz. Bunlar hamısı hardadır? Bizim savad təlimi məşğələmizdədir. 2-2-4, 2-2-5 savad təlim məşğələsidir. 2-2-6 görürsüz nitqə xidmət edir. Burada da nitqə xidmət edir. Nitq etiketləri var burada. Amma burada məşğələlərimiz oldu 2-2-4, 2-2-5-də savad təlimi 2-2-1, 2-2-3-də oldu. Yox, 2-2-1, 2-2 oldu. Bədii təfəkkür məşğələsi. Gəldik sadə riyazi əməliyyatlar. Burada da müəllimlər ancaq riyazi əməliyyatlar görəsiniz. Məkandır, zamandır, saymadır, ölçüdür, dairəvi əşyalardır, həndəsi fiqurlar hamısı riyaziyyata aiddir. Tədqiq etmə, maraq nümayiş etdirmə, burada fərqləndirir artıq tədqiqat vasitələrini böyüdücü şərt bunlar fərqləndirir. İstifadə edirsə bu oyun və tədqiqatdan istifadə edir. Bax bu görürsüz məktəbə hazırlıqdır. Yəni burada ancaq riyaziyyat görürük. Gəlin baxaq estetik yaradıcı inkişaf sahəsi. Burada görürsüz kağız üzərində xəttlər çəkir, çəkmə görürük. Çəkir, çəkir, çəkir. Görürsüzsə də məsələn rəsm etmə. Görürsüzsə bu olur bizim rəsm məşğələmizə. Parlaq rənglərə görə görürsüz əşya, rəng, görürsüz təsvir görürsüz. Bu hamısı olur bizim rəsm məşğələmizə. Aplikasiyada artıq kağız olur. Kağızı parçalara ayırır. Kağız üzərində kağız kəsib yapışdırma. Artıq biz onu da bizə məlumdur da bizim aplikasiya məşğələmizdən. Düzdür, miqlər də işləyəndə biləcək. Miqlər də belə amma yadda saxlaya bilər ki, kağız görsə aplikasiyada kəsib yapışdırmadır. Artıq bu da süjetli dekorasiyadır, kağız parçadır, kağız. Bu oldu bizim 3-1-3 aplikasiya. 3-1-1, 3-1-2 ikisi olur bizim rəsm məşğələmiz. 3-1-3 aplikasiya. 3-1-4-də ancaq plastilin görürük. Plastilin yapma. Yapma. Sonra yapma. Sadə yapma. Plastilin. Bax bu yapma məşğələmiz olur. Bizim yapmaları da görürük. Burada adından məlum oldu. Yapma görürsə, plastin görürsə, nəsə bir şey yapırıqsa da bizim olur yapma məşğələmiz. Gəldi 3-1-5. 3-1-5-də ancaq quraşdırma. Bax quraşdırma. Açar söz verib də müəllimlər bizə ad sanatların tərkibindən bizə açar söz nə olsun ki çoxdur. Gündə məsələn bir əsas standartı öyrənə bilərsiniz. Konstruktor, görürsüz bu da quraşdırma materiallar, quraşdırma, sonra quraşdırma. Hamısında quraşdırma sözü görsə bu quraşdırma məşğələmizdə. Yəni ki, oldu bizim 4 dənə, rəsm 4 dənə qola ayrılır axı. Rəsmdir. Yox, təsviri fəaliyyət rəsmə ayrıldı. Aplikasiya yapmaya, quraşdırmaya. Gəldik müəllimələr 3-1-6, 3-1-7 ancaq burada musiqi görürsüz. Musiqi. Amma izah eləmişəm amma müəllimlər geniş yaş qrupları üzrə. Ona diqqətlə qulaq asasınız. Musiqi. Vaxta az qalmasa əgər rahat hamısını yenə izah edərəm. Həm də yorğunçuluq olur. Hamısını bir günə sıxışdırmaq çətindir. Vaxta qənaət, həm də ki imtahan çatıb deyən, amma bütün mövzuları izah eləyəcəm dərsin içərisində. Amma bu biraz çox geniş mövzudur deyən, mən onu tək-tək izah eləmişəm. Çünki hamısını birdən-sizə izah eləsəm, ona beyinə sığmır hamısı. Ona görə biraz ümumi şəkildə izah edirəm. Xüsusi şəkildə izahlarımı da PDF qrupuna göndərirəm. Dedik müəllimələr, ifaçılıq, bacarıqlar, görürsünüz, bunlar hamısı musiqidir, musiqiyə aiddir. 3-1-8-də müəllimlər, baxın, səhnəcik görərsiniz. Bayram əyləncə hardadır? 3-1-8-dədir. Sonra bayram əyləncə, səhnəcik, bu oldu 3-1-8-də. 3-1-8-i o gün musiqi müəlliməsindən soruşuram. Deyirəm ki, hay müəllimə, biz sizcə bu musiqi məşğələsini niyə, özüm də bilirəm olmasa, deyirəm, biz axı müəlliməyik də, yəni biz məktəbəli təlim tərbiyə üzrə bağça müəlliməsiyik də, yəni biz musiqi müəlliməsi nəyə görə bizdə bu verilibdir? Deyir ki,
Yəni birinci körpülər qrupu, ikinci körpülər qrupunda adətən ola bilər ki, müəllim özü də bunu keçə bilir də uşaqlara. Ona görə verilibdir. Həm də ki, müəllimələr ehtiyatdan burada baxasınız. Mən onu fərqləndirmək asandır. Bunu fərqləndirməyi də hamısında kaydımda var. Göndərəcəm. Deməli burada musiqi müəllimi deyir ki, müəllimə 3-1-8 nədir inteqrasiya daha çox bizdə musiqi məşğələlərini biz 3-1-8-ə inteqrasiya edirik. Amma 3-1-9 müəllimə bu bizim bədii təfəkkürlə daha çox bizdə inteqrasiya edirik. 3-1-8-də bizim inteqrasiyalarımız var. Baxaq. 3-1-9-da nədir müəllimələr? Burada deyir ki, kiçik həcmli nağılları səhnələşdirir. Kiçik həcmli nağıl, şeir danışırsa da, baxın burada bax bədii təfəkkürdür. Kiçik həcmli nağıl, şeir söyləyir, danışır, hekayə nağılları danışır. Görürsüz danışır, hekayə tərtib edir. Amma səhnələşdirmə müəllimələr 3-1-9-dadır. İndi testlərdə də salacağam. Səhnələşdirmə harda görürük? 3-1-9-da. 3-1-9-da səhnələşdirmə. İnteqrasiya edilir bədii təfəkkürlə. Sonra bax hərəkətlərini müqayisə eləmə var burada. Həkayətaraşda filan görürük bu istiqamətə saymaca filan təsvir edir. Deməli səhnələşdirmə 3-1-9 bizim olduğu ad standartımızda. Bir dənə sosial izah edirəm. Belə də bu dərsi də izah edirəm qısa şəkildə. Dəqiqə. Qulqasına neyini ki bu? Hə, gəlin bura. 4-ə keçək. Dördüncü bizim sosial emosional inkişaf sahəmizdə hansı qollara bölünür, hansı əsas standartlara bölünür? Elə bil ki, müəllimələr, ağacdır, ağacın yekə budağı olur, əsas standart. Onda da xırda-xırda budaqlar olur. Bu da bizim olur az standartımız. Amma özək budaqlar olur yekə-yekə. Bu bizim əsas standartımızdır. Ağacın özü bütövlükdə bizim olur inkişaf sahəmiz. Deyir nənə. Nənə bizim inkişaf sahəmizdir. Nənədən doğulur nənənin övladı. Ana olur əsas standart. Ananın da balaları, yəni nənənin nəvələri də olur bizim ad standartımız. Baxaq. 4-1 bizim ünsiyyət bacarıqlarıdır. Ünsiyyət bacarıqları nümayiş etdir. Belə sizdən soruşacağam ki, məsələn 4-cü inkişaf sahəsində hansı əsas standartlar var? Dərsin axırında hamısını deyəcəm, hansı əsas standartlar var. Onları dəqiq bilməz. Əsas standartı %100 adını mən bilmirəm. Müəllimələr istəyir 10 dəfə olsun oxuyasınız, öyrənəsiniz o əsas standartları. İmtahanda az qalıbdır. Yəni artıq mənim qrupuma qoşulmusunuzsa, yəni ki, ona görə hamımız çiyin-çiyinə vuruşacağıq. Qəbulda da mütləq ən azı 40+, ən yuxarısı inşallah 50+, ən yuxarı hamımızdan gözləyirəm. Yəni ki, heç olmada istəyirəm ki, heç olmada doğruldasınız da, həm özünüzü, həm də mənim əməyimi. İndi mənim əməyimdə görəsiniz ki, mən sizə 3 saat, elə olacaq ki, 6 bazar dərs təşkil edəcəm. Baxacam ki, proqramımız, məsələn, çox genişdir, böləcəm hissəyə 6-cı günə, bazar günə salacam, izah edəcəm. Bax, o birisi qrupalarla da elə eləyirəm. Yəni, can yandırıram, istəyirəm ki, siz də inşallah ki, onu dərindən öyrənəsiniz, oxuyasınız, testlərimizi qəşəng işləyək ki, sualcıqda iştirak edəsiniz, nitqiniz inkişaf eləsin ki, müsahibəyə də tam hazır olasınız. Yəni, test mərhələsində müsahibəyə tam hazır olasınız, o sözsüz. 2 dənə də, 3 dənə də bizim əsas məqamlarımız olacaq müsahibəyə. Onları da sizə inşallah müsahibə mərhələmizdə göndərəcəm qrupaya. Onlar oxuyasınız, keçəsiniz inşallah. Bir də ki, onu praktik konusda ifadə edirsiniz. Məşğələ keçməkdir, emosiyalı şeirdir, nağıldır, hekayət, bir də bunlardır. Gəldik müəllimələr 4-1. Dedik ki, 4-1-in də qolları nədir? Ad standartları. Bax, bu ad standartlardır. Bunlar da ünsiyyətə xidmət elədi müəllimələr. Ünsiyyət bacarıqlı nümayiş etdirir. Bax, bunun içərisində ancaq ünsiyyət görəsiniz. 4-2 sosial həyatla bağlı bilik bacarıqları özünə məxsus tərzdə nümayiş etdirir. Burada da ancaq birgəlik, oyun, öz hərəkətlərini dəyərləndir, qrup daxili fəaliyyətlərdə özünün digərlərini müqayisə edir, qrup üzvü kimi fəaliyyət göstərir, birgə oyun. Yəni bunların hamısı oldu sosial həyatla bağlı bilik bacarıqlar özünə məxsus tərzdə nümayiş etdirir. 4-3-də ancaq hörmət, dözüm, tolerantlıq görəsiniz. Bax bu məna budur. Hörmət, münasibət, dözüm, tolerantlıq. Bu oldu sosial emosional inkişaf sahəmizin əsas standartı. Bunun tərkibində ancaq bu gördüyünüz əsas standartı ifadə edəcək. Bax bu standartlar. Burada biz gəlib görə bilmərik ki, uşaq burada şəkil çəkdi, boyadı və yaxud da ki, kiçik motorika görə bilmərik. Və yaxud da biz burada idraki inkişaf sahəsinə aid şeylər görə bilmərik. Burada ancaq sosial emosional. Bax, nə görürük burada? Xeyirxahlıq nədir bu sosial emosional inkişaf sahəsi? Qayğıkeşlik, dözümlülük, hamısı sosial emosional inkişaf sahəsi. Mehriban davranma. Bunlar hamısı bizim oldu sosial emosional inkişaf sahəmiz. Belə müəllimələr, məncə bir də indi üstdən gedirəm, sizə bir dənə izah verirəm dərindən. Bir dəqiqə məni gözləyin, gəlirəm.
Deməli müəllimələr, bir də sizə keçdiklərimizin hamısını konkretləşdirirəm, hamısını. Bizim müəllimələr, qoy burdan açım, metodika, burdan yox, burada. Baxaq bura. 4 dənə inkişaf sahəmiz oldu. Fiziki inkişaf sahəmi təhlükəsizlik, idraki inkişaf, estetik yaradıcı inkişaf sahəsi, sosial emosional inkişaf sahəsi. 4 dənə inkişaf sahəmiz oldu. O bir dəqiqə buradan sizə saya-saya deyəcəm. Baxın. Bax, neçə dənə bizim görək əsas standartımız var. Bir dənə əsas standartımız, 2 əsas standartımız, 3 əsas standartımız. 3 əsas standart bizim fiziki inkişaf sahəmi təhlükəsizlikdədir. Baxırıq. 1 əsas standart, 2 əsas standart, 3 əsas standart da idraki inkişafdadır. Bir də bu da bizim oldu 6 əsas standartımız. Gəlir indi bura. Estetikdə görün neçə dənə estetik inkişaf sahəmizdə görün neçə dənə əsas standartımız var. Bu biri oldu. Bu da 2 oldu. Bayaq 6 demişdik axı 3, bu da 2 dənə oldu. Oldu 8 dənə. Gəldik sosial emosionalda. Sosial emosionalda da 4-1, 4-2, 4-3. 3 dənə əsas standartımız var. 8-in üstünə 3 gəndə oldu 11. Yəni 11 dənə deyirlər əsas standart. Hardan doğur? Buradan. 11 dənə əsas standartımız var. Fizikidə 3 dənə əsas standartımız var. Fiziki inkişaf sahəsində 3 dənə əsas standart ifadə eləyir. Həmin o standartları da dedik ki, alt standartlar ifadə eləyir. Deməli, idraki inkişafda dedik ki, 3 dənə əsas standartdır. Bir dənə estetikdə 2 dənə əsas standartdır. 3-1-dən 3-2. 3-1-i izah elədim, 3-2-ni yox. 3-2 müəllimələr, burada ancaq dedik ki, əmək görürük, əmək. Bayaq dedik ki, kollektiv əmək, bir də müəllimlər kompleks əmək var burada. İçində özünə xidmət də gedir. Təkcə özünə xidmət görürsə, bu bizim olur fiziki inkişafa. Kompleks əmək görürsə də əgər istəyir təsərrüfat məişəti, bax, təsərrüfatdır, təbiətdə əməkdir, sonra əl əməyidir. Hamısını kompleks görürsə də, bu da bizim olur bütün əmək növləri bir yerdə adı çəkilirsə estetikdədir. Təkcə məsələn özünə xidmət edirsə, bu olur bizim fiziki inkişafa xidmət edirsə, bu da bizim olur özünə xidmət əməyi. Yəni burada görəsiniz ki, özünə xidmət sözü orada çaşmırsınız. Çünki özünə xidmətin yanında təsərrüfat məişət də var. Məsələn, özünə xidmətin yanında əl əməyi də var, təsərrüfat da var. Özünə xidmətin yanında təbiət də var. Yəni bütün əmək növləri var. Tək getmir burada. Bir də müəllimlər var ki, 3-2-dir ki, bu bizim təsərrüfat məişət əməyidir. Otaq zadı yığışdırır. Dəqiqə. Burada təsərrüfat məişət əməyi də gedir. Sonra burada da müəllimlər iplə, sapla bir şeylər eləyir. Bu da görürsüz, yaradıcılıqdır. İp, sap görürsə, bu məktəbə hazırlıq götürürük. Sonra növbətçilik görürsə, bu növbətçilik görürsə orta qrupadan başlayır. Bayaq növbətçilik izah eləmişdim mən sizə. Təbiət güşəsində də yeməkxana növbətçilik bacarıqları. Yəni burada əmək növləri bax bu 3-2-nin tərkibindədir. Bütün o təbiətdə əmək, əl əməyi, bir də məişət təsərrüfat əməyi burdadır. Amma özünə xidmət təkcə varsa da bu da bizim fiziki inkişaf sahamız təhlükəsizlikdir. Bu əməyi də dedik. Məncə hamısını izah elədim müəllimələr. Bir də başdan qayıdıram. Bununla da qurtarırıq. Siz sual cavab edirəm. Nəsə hələ öz fikrini deyir ki, nə öyrəndik dərsdə. Bax bu birinci, bir rəqəmi görürsə, bu bizim olur inkişaf sahəsi. 2 rəqəm görürsə, bu bizim olur əsas standartımız. 3 rəqəm görürsə, bu da bizim olur alt standartımız. Yadda saxlayırıq. 1 rəqəmi görürsə də bu bizim olur inkişaf sahəmiz. 2 dənə rəqəm görürsə, bu bizim olur əsas standartımız. 3 rəqəm görürsə, bu bizim olur alt standartımız. Bu qədər müəllimələr. Məşğələlər də dedik ki, fiziki hərəkətləri yerinə yetirdə oldu. Fiziki mədəniyyət məşğələsi 1-1-dən. Sonra dedik ki, 2-1-də ətraf aləmlə tanışlıq məşğələsi, 2-3-də, 2-2-də dedik ki, bədii təfəkkür, savad təlimi, nitq inkişafı. Sonra oldu orada 2-2-də oldu bədii təfəkkür, savad təlimi və nitq inkişafı. 2-3-də dedik ki, riyaziyyat məşğələsidir. Bir də 3-1-də dedik ki, oldu bizdə bədii 3-1-də oldu ki, artıq dərsin sonudur deyənə 2 saat yarımı danışıram. 3-də dedik ki, nə oldu müəllimlər estetikdə? 3-1-də oldu bizim 4 dənə məşğələmiz. 4 qolu deyək ki, təsvir fəaliyyətinin 4 dənə qoludur. Rəsmdir, yapmadır, quraşdırmadır. Rəsm, yapma, quraşdırma. Bir də hansı qaldı müəllimələr? Aplikasiya. Bir də bizim oldu 3-1-də musiqi məşğələsi. Bu qədər müəllimələr. Məncə bax burdan sizin qaranlıq heç bir şeyiniz qalmadı. Elə. İndi hamı səsi açsın. Bir-bir indi soruşuram hamıda.
Mənimlə çalışın, gələn dərs hamı əl qaldırsın, mən soruşa bilərəm. İradə müəllimə yenə echo ver, echo. Yaxşı. Yenə gəlin qoşunu yenə aha, gəlin yenə düzələcək. İndi Zülfiyə müəllimə, sizə aydın oldumu Zülfiyə müəllimə? Zülfiyə müəllimə, Bəli, müəllimə, salam, axşamınız xeyir. axşamınız xeyir müəllimə. Aydın oldumu sizə? Bəli, müəllimə, bəli, Heç bir sağ olun. qaranınız qalmadı ki? Yox, sağ olun. Çox sağ olun müəllimə. Yəni siz bildiniz də, bir dənə soruşum sizdən də müəllimə. Bu nə oldu bizdə? Bu nə, indi keçdiyimiz əsas standartlar oldu, inkişaf sahələri oldu müəllimə. Bəs bu nədir müəllimə? Bax bu bir dənə rəqəm görsün, nə gedir burada? Bir məzmun xəttidir əvvəl. Aha. Bir Bəs bu deməli məzmun xətti, ikinci əsas standart, üçüncü isə alt standartdır. Qaranınız qalmadı. Siz müəllimə 50+ toplayasınız, mən sizə demişəm. Bilmirəm müəllimə, Allah ağzınızdan eşitsin. Maşallah, həvəslisiniz. Deməli, bax bu bildiniz də müəllimə hamısını. Bir dənə mənə deyin görüm, inkişaf sahəsinin xüsusiyyətlərini, əsas standartın xüsusiyyətlərini, bir də alt standartın xüsusiyyətlərini mənə deyin. Müəllimə, demək bizim 4 inkişaf sahəsimiz var. Fiziki inkişaf, sağlamlıq, deməli idrak inkişafı, estetik yaradıcı inkişaf və sosial emosional inkişaf. Deməli bizim standartlarımız birinci dediyimiz kimi məzmun xəttini bildirir, ikinci əsas standartı, üçüncü isə alt standartı. Alt standart demək dəyişir. Deməli sadədən mürəkkəbə doğru gedir, əsas standart isə heç vaxt dəyişilmir. Sonra nə deyim sizə müəllimə? Aha. Doğrudur müəllimə. Alt standart dedik ki, dəyişir, daima dəyişir. Əsas standart əsasən dəyişir. İnkişaf sahəsi leytmotivdir, dəyişməzdir. Bunları dedik. Əla, çox qəşəng. Sonra mən nəyi izah elədim sizə? Müəllimə, neçə dənə bizim əsas standartımız oldu? Bizim demə müəllimə bir əsas standartımız var. Yox, neçə əsas standart? İnkişaf sahəsi 4 dənədir. Əsas standartımız neçə dənədir? Əsas standartımız 3 dənə. 11 dənə. Obşi cəmi 11 dənə. Başda, bayaq deyirəm. Yox, müəllimə, Allah başlasın. Bax, 11 dənə əsas standartımızdır. Dedik ki, fiziki inkişafda 3 dənə əsas standartdır. İdrakidə 3 dənə əsas standartdır. Sosial emosiyada 3 dənə isə əsas standartdır. Yoxsa 12 dənə olar da, çünki 4 inkişaf sahəmiz var. Bir dənə estetikdə 2 dənə inkişaf sahəm, 2 dənə əsas standartdır. Ona görə bizdə olur 11 dənə əsas standart. Yəni oradan götür 11 dənə. Bu əsas standartlar müəllimə hamınızdan soruşacağam inşallah. Bax, bu əsas standartları soruşacağam sizlərdən. Ki, nələrdir? Adlarını bir-bir dərindən öyrənirsiniz. Mənalarını da mən sizə kaydlarda izah eləmişəm. Yenə o kaydları yönləndirəcəm. Çox sağ olun, Zülfiyə müəllimə. Təşəkkür edirəm. Deməli, vəzifə müəllimə. Axşamınız xeyirli olsun müəllimə. Necəsiz müəllimə? Yaxşı ki, Çox sağ olun, yaxşı olasınız. Siz necəsiz? Sağ olun, mən də yaxşıyım. Vəzifə müəllimə, bu günlərim dərsdən öyrənə bildinizmi? Bax, bugün keçdiklərimi. Tam anlamış oldu mu? Biraz bu axırınızlar qaranlıq qaldı da inşallah kayıtlara baxacağım. Bir də PDF-lərdən oxuyacağım. İnşallah onlar da yaxşı olar. Axırıncılar hansılar müəllimə? Bu axırıncı izah elədikləriniz. Sosial emosional falan bunlar. Bunlar adden izah eləmişəm müəllimə dərindən. Dərindən izahlayıb onu göndərəcəm. Ona görə deyirəm kayıtlara baxın. Kayıtları göndərəcəm. Dərsləri oxuyacağım. Bir-bir müəllimə, bir-bir kayıtlara baxasınız. 4 inkişaf sahəsinə kaydını göndərəcəm. Deməli müəllimə, bu necə deyim sizə? Bir də yəqin ki, müəllimə dərsliklərin PDF-lərini göndərəcəksiniz də. Hər bir şey, nə keçirəmsə də, bütün materialları sizə sadə şəkildə göndərəcəm. Hamısını açar sözlərlə bərabər göndərirəm. Bax müəllimə, bir şey deyim sizə. Bizim neçə inkişaf sahəmiz oldu? Belə ümumi 4 inkişaf sahəmiz var. Əsas bunu bilməliyik. Birinci yerdə dayanan nədir bizdə? Bu. Əsas. İnkişaf. Bu inkişaf sahəsini soruşursunuz. Yox, bu nə? Bəli. İnkişaf sahəsi. Birinci yerdə duran inkişaf sahəsi, ikinci yerdə duran əsas standart, üçüncüdə alt standart. Bəli, birinci inkişaf, ikinci əsas, üçüncü alt standart. Gördünüz müəllimə, hamı bildi artıq bunu. Çünki bizim irəlidəki mövzularımız bax bu standartlar üzərində qurulubdur. Kayıtları göndərəndən sonra sizi bugün birdir də, üçüncü gün geniş sual cavab eləyəcəm. Bir də testlər. Testlərdə möhkəmləndirəcək müəllimələr. Müəllimə, evə test vermirsiniz də, siz ancaq testləri belə işləyin.
Yo, test evə göndərəcəm. Özüm də adəni sizə lap yeni üsulda test hazırlayacağam. Testlər hazırlayacağım, onları da işlədəcəm sizə. Aha, başa Bundan həmişə düşdüm. yeni testlər hazırlayıram ki, fərqliliklər olsun da. Yəni hər qrupa hamıya eyni atım eləmirəm. İndi müəllimə belə bir şey deyim sizə. Bir də bir şey soruşum. Bax bu fiziki hərəkətləri yerinə yetir deyir ya. Mən bayaq dedim, Bəli. buradan hansı məşğələ ola bilər? Bu fiziki mədəniyyət məşğələsində. Əla, çox qəşəng müəllimə. Leytmotiv də dəyişməzdir. Bu bizim hansı İnkişaf sahəmizdir. bəli. Əsasən dəyişir hansıydı? Əsasən dəyişir bu əsas standart. Bəli, daim dəyişir. Alt standart. Dedik ki, bilikdən ibarətdir. Hansı olar? Təkcə bilikdən. Əsas standartımız. Yox, inkişaf sahəmiz. Ancaq bilikdən ibarət inkişaf sahəmiz. Bilik Uy. Müəllimə, əlim dəydi. Açın səsi. Aha. Dedik ki, daima dəyişir hansı oldu? daima dəyişir alt standart. Aha. Və dəyişmir hansı? Dəyişmir. Heç dəyişmir. Olduğu kimi qalır. İnkişaf sahəsi. Bəli, leytmotiv dəyişməzdir. Əsasən dəyişir hansı olar? Əsasən dəyişir. Əsas standart. Bəli, doğrudur müəllimə. İndi müəllimə bir şey soruşum sizdən. Saddə mürəkkəbə doğru dəyişir hansıdır? Saddə mürəkkəbə doğru gedir. Necə yəni saddə Yaş mürəkkəb? qrupları üzrə saddə mürəkkəbə doğru yəni ifadə olunur da, yəni əsas standartı nə ifadə edir? Alt standart. Alt standart. Saddə mürəkkəbə doğru dəyişir. Alt standartlar dəyişir. Bəli, müəllimə. Sonra bir şey soruşum sizdən. Bayaq dedim, bilməm yadınızdadır, eşitdinizmi? Dərman qəbulu hansı yaş qrupuydu? Dərman qəbulu. Dərman qəbul etmək olmaz uşaq artıq. Necə yəni qəbul eləmək olar yoxsa olmaz? Olmaz yəni. Bax burada. Deyin deyəcəm. Körpələr qrupu. Dərman qəbulu görürsünüzsə də dərman qəbulu sözü görürsə böyük qrupdadır. Baxın burada deyir ki, böyüklərin nəzarəti olmadan dərman qəbul etməmək. Bax bu böyük qrupdadır. Bunu öz izahlarımda vermişəm. Tək-tək bunların hamısını vermişəm içərisində. Dərman qəbulu görürsə bu bizim böyük qrupumuz olur. Desək ki, müəllimə, əgər adekvat reaksiya görürsə, adekvat reaksiya təhlükəsi ilə bağlı idi. Bu hansı qrup olardı adekvat reaksiya? Dedik adekvat reaksiya. Adekvat reaksiya görürsə müəllimə körpələr qrupudur. Və çəngəldən istifadə etsək hansı olardı? Çəngəldən. Böyük qrup. Çəngəldən istifadə bəli, böyük qrup var. Adekvat kiçik qrupa da körpələr qrupu dedimmi adekvatı? Bəli, adekvat. Körpələr qrupudur. Belə müəllimə, yəni qəşəngdir, yaxşıdır. Artıq anlamısınız. Görürsüz müəllimə, xırda-xırda gedirik. Demişdim də bu gün də biraz möhkəmləndirəcəyik. İnşallah, çox sağ olun Çox müəllimə. yaxşı olacaq. Heç vaxt narahat olmayın. Hər şeyi xırdalığı ilə, yəni qəbula tam hazır olsun. Əgər bu şeyi başa düşürsə də, qəbulda bilin ki, hər bir şey yazasın bütün mövzulardan. Anladığınız şey düz cavab yazmaq ehtimalı yoxdur. Hamımızdan 50+'ü gözləyirəm, çünki ona uyğun izah edirəm. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Siz də sağ olun müəllimə, çox sağ olun. Sonra Samirə müəllimə, sizdə nəsə qaranlıq qaldımı? Samirə müəllimə, səsi açarsınız. Zəhmət olmasa aça bilirsinizmi səsi? Samirə Cavadova. Aça bilmirsiniz. Müəllimlər, amma gələn dərs hamı səsi açsın. Məqsəd budur ki, səsi açırıq, inkişaf edirik, nitqimiz genişlənir. Həm də ki, nitqimizə gətirdiyimiz şey yadımızdan çıxmır. Heç vaxt yaddan çıxmır. Nitqimizə gətirdiyimiz bir şey yadda saxlayaq. Samirə müəllimə. Açdım, bəli. Axşamınız xeyir, necəsiz müəllimə? Hər vaxtınız xeyir olsun. Çox sağ olun, yaxşı olasınız. Müəllimə, sizdən bir şey soruşum. Siz burada çətininiz qaldımı? Bax, bunların hamısını bilirsiniz sizdə? Yoxsa nəsə qaranlıq yer qaldımı? Yox, hələ ki yoxdur. Pis deyil, gedir, yaxşı gedir. İndi sonra bilmirəm nətər olarsa. Sonra da elə gedəcək müəllimə. Yaddaşımda biraz. Müəllimələr var ki, bilir də, məsələn, mən buradan Zülfiyə müəllimə bilir. Nəsə qaranlıq bir yer olanda mənə şəxsidə lap utanırsınız qrupda, amma utanmayın heç vaxtı. Şəxsidə yazın ki, ay müəllimə, mən bu mövzunu yaxşı başa düşməmişəm. Mən sizə lap həftədə 1 saat olsun ki, arada sırada bir də görürsünüz. Lap yarım saat belə olsa, 2 saat belə olsa, vaxtım olduqca hansı müəllimənin zəif yeri olur, onu fərdi şəkildə də izah edirəm ki, yəni istəmirəm ki, o qaranlıq qalsın, qəbulda deməyəsin ki, müəllimə başdan ötürü öyrətdi və yaxud da ki, öyrətdi, məndən fikri
fikrim soruşmadı. Nəsə qaranlıq qaldı, utanmayın. Əgər utanan, çəkinən müəllimə varsa, lap şəxsimə yazsın. Mən onu sizə izah eləyəcəm. Heç vaxt elə şeydən ərinmirəm da, yəni onu izah eləyirəm. İndi müəllimə bir dənə sual verim sizə. Xüsusiyyətlər deyəcəm, siz mənə deyəsiniz ki, hansına aiddir? Təkcə bilikdən ibarətdir. Hansıdır? Təkcə bilikdən ibarətdir. O inkişaf sahəsi, məzmun Ay, sağ xətti. olun. Bəs bilik fəaliyyətdən ibarət desək, hansılar olar bilik fəaliyyət? O əsas standart, yox, alt standart. Əsas da altda. Fəaliyyət dedi ki, nədir müəllimə burada yetirir? Burada da yetirir də, yerinə yetirir. Nədir bu? Bizim fəaliyyət, xəbərdir, hərəkət. Fəaliyyətimiz, bəli. Amma burada hərəkət yoxdur, təkcə bilikdir. Bir də sual verir. Fiziki inkişaf sağlamlıq təhlükəsi nə? Xəbər şeydir də, mübtədadır. Sual veririk, cavabını alırıq. Bir də var, yəni bu isimli də, necə deyirik, fiziki hərəkətləri yerinə yetirir. Artıq burada feil var. Yerinə yetirir. Nəyi? Fiziki hərəkətlər. Artıq burada feil də var. Oldu bu biliklə fəaliyyət. Bilik onda yəni olmur, xəbər hissəsi olmur. Dedim müəllimə, desək ki, məsələn, daima dəyişir. Daima dəyişir, alt standart dəyişir. Bəs desək ki, müəllimə, bax bir şey deyim sizə. Yaş qruplarına görə daima dəyişir. Bu hansı olar? O yaş qruplarına görə də yenə alt standart dəyişir. Bəs desək ki, məsələn, bir dəqiqə, yaş qruplarına görə dəyişmir. Yaş qruplarına görə dəyişmir, o məzmun xətti olar, inkişaf sahələri. Bir də əsas standart. Yoxsa əsas standartda burada yaşlar qoyulmuyubdur. Eləcə belə qoyulubdur. Bu bölünür, alt standartda ancaq yaşı görür. Bu yaşlar alt standarta aiddir. Hamısında eyni formada qalır inkişaf sahələrimiz. Niyə? Müəllim, əsas da inkişaf sahəsində. Niyə? Baxın, bu inkişaf sahəsi 1-1. Görürsünüz, 1-1 hər yerdə olduğu kimi qalır. Bir dənə bizə dəyişir 3-cü, bu alt standart. Ona görə oradan gəlir. Yaşa görə bir dənə bu dəyişir. Yaş ona görə belədir. Amma bu yaşa görə dəyişmir axı. Necə fiziki hərəkətdə genetik belə yadda saxla, bu əsas standartdır. Bir də əsas standartların adlarını qeyd eləmişəm asobu. Onu tək-tək soruşacağam ki, müəllimə, fiziki inkişaf əsas standartların adlarını deyin. Mütləqdir. Amma alt standartın tərkibini biləcəyik inşallah. Ümumi belə bilirəm, 11 əsas standart var. Ay, sağ olun. Fizikdə 3-ü, idrakda 3-ü, estetikdə 3-ü, emosionalda 2-si, amma belə dəqiq adlarını bilmirsələrmi? Adlarını. Bax müəllimə, mənim bu bir dəqiqə PDF-imdə var. Baxım. Burada qısa şəkildə vermişəm fiziki hərəkətlər, masa arxası davranış. Qoy gün biraz yekə şəkildə verdiyim varmı burada? Deyəcəm indi sizə. Bir saniyə məni gözləyin. Olmamış olmaz. Var müəllimə. Baxın, bunu da göndərəcəm sizə. Burada sırf nəyi izah eləmişəm? Bax burada. Özünüz burada işarələyərsiniz. İlk dəfə hazırlamışdım PDF-i. Bunu həmişə saxlayıram. Yəni qəşəng PDF, xoşuma gəlir. Bax burada müəllimə, bu birinci görürsüz, fiziki inkişaf sağlamlığı, görürsüz yazmışam. Bu inkişaf sahəmizdir. Bax bu 1-1, 2 dənələri var. Bu 3 dənə əzbərəs. Bunlar bizim olur əsas standartlarım. Əzbərləmə yox, lap başa düşsəz var. Fiziki hərəkətlər, yəni burada fiziki hərəkətdir məzmunu. Masa arxasında deyirik, masa arxası. Bir də nədir buradakı genadır? Bir üçdə təhlükəsizlikdir. Təhlükəsizlikdir. Bunu mən yaxşı bilirəm bunları. Bəli. Yəni bunun adlarını biləsiniz. Adlarını 1-1, 1-2, 1-3. Deyəcəm, hansı əsas standart? Bax, bu 1. 3 dənə əsas standartdır. Bu inkişaf sahəsi. İnkişaf sahəsini özünə qoymuşam. Bu ikinci inkişaf sahəsidir. Bunu atarsınız da elə bir. Atacam müəllimə. Bax, bu ikinci, belə izah edirəm ki, qayda baxıb özünüz işarələyərsiniz ki, mən hardan izah eləmişəm. Bax, bu ikinci inkişaf sahəsidir. Burada 3 dənə görsə əsas standartdır. Bunu dəqiq bilməlisə adlarını qəbulda da düşür, testlərdə salmışam. 2-də nədir, 2-2 nədir, 2-3 nədir. Amma asandır. Özdə məşğələlər çıxır da. Bax, burada nə məşğəsi çıxır demişdim. Ətrafımı tanışdıq. Burada nə məşğəsi çıxır demişdim. Savad təlimi ilə bədii təfəkkür. Burada nə məşğəsi çıxır demişdim. Buradan demişdim riyaziyyat məşğəsi. Çünki sadə riyazi təfəkkürdür. İndi sadə riyazi əməliyyatlar. Bax müəllimə, 3-cüyə gəl. 3-cüdə 2 dənə əsas standart. Görürsünüz, 2 dənədir. Bəli, 3-1-3-2. Bunun adını biləsiniz. Bildim. Bax, bu cür gedir, bax. Bax, bu 4-cü var, 4-cü. Bu 3 dənə adını biləsiniz. 3 dənə əsas standart adı. Bu da bizim inkişaf sahəmizdir. Lap yanından müəllimlər özünüzü çaşdırmamaq üçün göz yaddaşı kimi yanından yazın bu inkişaf sahəsi. Bunun qabağından yazın ki, bax buradan yazın bu inkişaf sahəsi. Belə yaza bilməm, mən ini qoyuram. Bu da bizim əsas. Onu bilirik. Bilirəm mən. Yenə də ehtiyatdan deyirəm. İndi müəllimələr, burada da bunların hamısı yazıb başınız ağrımasın. Müəllimə, baxın burada görürsüz bu
burada da nə izah eləmişəm? Düzdür, yuxarıdakılarla eynidir. Nəyə görə qoymuşam bunu? Elə müəllimlər var, tənbəllik 2 dəfə oxumur, 2 dəfə oxuyasır bir ki, göz yaddaşı kimi həm də. Bax, burada əməyin növləridir. Əməyin növlərini mən vermişəm burada. Görürsüz, özünə xidməti vermişəm. Əməyin növləri bax bu tərəfdədir, görürsüz. Amma yuxarıda vermişəm sizə əsas standartları adlarını. İnkişaf sahəsinin əsas standartları. Bax müəllimə geniş burada qalan mövzuları oxumursunuz. Bunları elə izah edəcəm. Bir də burada görürsüz məşğələlər də qoymuşam. Məşğələləri də qoymuşam ki, yaş qruplarına görə bu 2-1-də nədir? Ətraf müddət danışdıq. Məşğələləri də bu aşağıda qoymuşam. Bax bu strategiyanızı da gələn dərs izah edəcəm. Bunları oxumursunuz. Mən bunları sizə izah eləməmişəm. Məsələn, təlim prinsipləri var, təlim təşkili. Bunları izah eləməmişəm, didaktiki izah eləməmişəm. Burada da oxumursunuz bunları. Və yaxud da hüquq vəzifəni oxumursunuz. Sadəcə isə inkişaf sahəsinə bağlı olanları oxuyasınız, qalanları oxumursunuz. Bax bu maddi texniki baza bunları oxumursunuz. Bu sadəcə ümumi bir kitab kimi də deyə eləmişəm, elə qalıb orada, amma xoşuma gəlir, ətraflı deyənə. Belə ay müəllimələr, bax məncə sizə qaranlıq bir yer qalmadı. Gələn dərsə sual-cavab eləyəcəm bütün 4 inkişaf sahəsi üzrə. Bunlar gələn dərsə qaldı. İnşallah gələn dərs izah eləyəcəm. Yox, bizim 3-cü günü ancaq sizlə sual-cavab testi möhkəmləndirəcəyik. 5-ci günü ancaq sizə mövzu izahı sual-cavab. Belə qaranlıq yerlərimizi biləcəyik. Çox sağ olun ay müəllimə, təşəkkür edirəm. Sağ olun. Sağ olun ay müəllimə. Sağ olun. Sağ olun, gecəniz xeyrə. Sağ olun. Gecəniz xeyrə. Müəllimlər, daha heç kimə qaranlıq iş yeri qalmadı, heç bir şey. Qaldı, Yox, səs açın deyin. Sağ olun. Çox sağ olun, sağ olun. Öyrənərik, öyrənir. 3-cü gün danışarıq. Saytda göndərəcəm inşallah. Vüsalə müəllimə səsi açmayıbdı, yoxsa soruşmuşam Vüsalə müəllimədən də. Vüsalə müəllimə, qaranlıq qaldımı sizə? Qaldısa da lap gələn dərs mənə deyərsiniz. Kimə qaranlıq nə qaldı demişəm. Səsi açın deyin mənə dərs ərzində. Sizi çox yormayın müəllimlər. Uca 2 saat yarımdır. Çox yormayım sizi. İnşallah 3-cü günü şəxsə də yazın. Sənə qaranlıq qaldı, mən onu sizə göndərəcəm. 3-cü günü inşallah tam hazır oluruq. Sual-cavab test. Testləri də indi asat formasını göndərəcəm. İzaha baxırsınız kayda. 4 dənə kayıt göndərəcəm da, 4 inkişaf, 3 dənə kayıt olacaq. Fiziki ayrı, idraki ayrı, estetik, sosial ikisi bir yerdədir. Kaydını göndərəcəm. Baxasınız sonra oxuyasınız verdiyim dərs vəsaitlərini. Sonra testlər işləyəsiniz. Sonra da 3-cü gün sual-cavab testi. Yəni indi göndərərsiniz ki, sabah çıxartdıraq. Bəli, indi göndərəcəm. Hamısını indi göndərirəm. Bu günlərim sabah çıxartırarsınız. 3-cü gün dərsimizdir. Təşəkkür edirəm müəllimələr. Çox təşəkkür edirəm.